Herkese selamlar, saygılar. Bu gün də hər zamanki kimi Güney Azərbaycandan baxış proqramını Təbriz saatı, hər pərşənbə Təbriz saatı 9-da başlayırıq. İndi biz Sayın İnsaf Ali bəy hidayətinin söyləşimiz olacaq və keçən həftədə Güney Azərbaycanda olan olaylar və Güney Azərbaycanı bölgədə ilgiləndirən konuları danışacağıq. Onlarla ilgili söyləşimiz olacaqdır. Bir daha hər kəsə salamlar, saygılarımı və sevgilərimi sunuram. Mən gözləyirəm ki, Sayın İnsaf Ali bəy qatılsınlar. Biz proqramı, yəni proqramda olanda, söyləşimiz olanda, salam əziz yoldaş, hər kəsin sorusu və ya o danışılan məbhəslərə sorusu, onlarla ilgili və ya eleştirisi və ya bir görüşü varsa, orada bizə yaza bilər və bizə və ya istəsə özü canlı olaraq danışa. Bugün bəlli bir başlıqları danışacağıq. Mən gözləyirəm İnsaf Ali bəy gəlsin. Mən burada yazıram ki, bu yayınımızı paylaşın və onu da oraya yapışdıracağım, sancaqlayacağım. Bir dəqiqə yazın bunu. Oldu. Biz onu buraya sancaqlayayım. Oldu. Geçən həftə çox olaylar oldu bölgədə və dünyada Güney Azərbaycanla ilgili və onları bir-bir danışacağıq. Zamanımız az da olsa, onların barəsində az danışacağıq və onları təhlil eləyəcəyik. Güney Azərbaycan baxışından, Güney Azərbaycan baxış açısından, zaviyəsindən baxacağıq məsələlərə. İnsaf Ali bəy gəldilər, mən gördüm. İnsaf Ali bəy, mən sizi salamlar, saygılar bir də. Salam aleyküm, aleyküm salam. Xoş gördük bəy. Necəsiz, yaxşısınız? Sağ olun, biz də sizi xoş gördük. İndi kameranı ayarlayalım. Çox güzel. Tamam. Umarım ki, hər şey yaxşıdır sizin tərəfdən. Bizim üçün hər şey yaxşıdır. Çox sağ olun, var olun. Sevinirəm, gördüm sizi. Sağ olun. Biz bu həftə, yəni bu bir saat qoyuruq normalda, ancaq hər zaman bir saatdan geçir, çünki sözlər sözü gətirir, arşın, bezi. Doğru deyil. Yəni, elə eləyəcək ki, yəni, hər konuyu, yəni, ikili olaraq 10-15 dəqiqədən çox çəkməsin ki, eləyə bilək konulara yetişək. Umarım ki, o cür eləyə bilək, çünki çox da önəmli mətləblər var bu həftəyə. Nə qədər deyə bilsək, o da yaxşıdır. Demək ki, yetirə bilərik də, siz özünüz bilirsiniz ki, sözü yetirə bilərik. Tamam. İndi birinci, Sayın İnsaf Ali bəy, birinci konu nəyi danışıq? Keçən həftə mən yoldaşlara siz gəlmədən öncə dedim, Güney Azərbaycan baxış açısından Güney Azərbaycanda olan olaylar və konuları danışacağıq və Güney Azərbaycanı bölgədə və dünyada ilgiləndirən məsələləri. Doğrudur. Birinci, sizə görə nəyi danışaq? Valla, tamam mövzular gözəldir, amma deyirsiniz elə bu Bəluçistandan başlayaq. Afrindən başlayaq deyirsiniz. Yəni, oradan başlayaq, çünki içəridir, çox önəmlidir. Eyni halda bu İran-İsrail savaşına da girmək ehtimalı var. İçəridə bizim vəziyyətimiz nə etməlidir? Çox ciddi olacaq. Bəluçistan olaylarından başlayaq. Bir daha hər kəsə, ki, yoldaşlarım mən görürəm, gəlirlər. Eliyar bəy də gəldilər. Hətmən çox otaqda var. Eliyar bəy istəsəniz, sizdən də faydalana bilərik. Mən sizi çağıra bilərəm və ya siz buyurun, mən qəbul edeyim. Hər kəsə ki, burada vardılar, izləyirlər bizi, onlara təşəkkürlərimizi indidən bildirək və sonra da ki, proqramımızı
YouTube-a qoyulur, başqa yerlərə qoyulur. Onlar izləyənlərinizdən təşəkkür edirik vaxtları üçün. Bəluçistanda buyurun İsakal bəy, siz buyurun, siz başlayın, biz də görüşümüzü deyək. 5 dəqiqə. Buyurun. Çox sağ olun, təşəkkür edirəm. Salam əziz və hörmətli dostlar, xoş gördük. Umarım ki, həftəz yaxşı keçibdi, inşallah bundan bizə də yaxşı olar. Vətənimizin dövrəsində çox ağır hadisələr keçir ki, bizə təsiri çoxdur. Çox bizim üstümüzdə hər halda etki buraxacaqdır və bizim də rolumuz olmalıdır. Onlardan biri Bəluçistanda gedən məsələdir. Bəluçistanda Ceyşul Ədl adında bir siyasi, nizami, çirki bir parti var. Bunlar o rici deyilən ailənin ya qəbilənin demək olar ki, onlar daha çox alıblar, daha yekəliblər və bu günləri çox silah götürüblər. Çoxdan da əlbəttə silah götürüblər. Bəli, bu gün ki, mən sizinlə danışıram və dünən bu gün zahirən 3 şəhərdə müsəllahanə hərəkət ediblər və bəzi bölgələri, şəhərləri əllərinə keçirdiblər. Kələntərələri alıblar, pasgahları alıblar. Zahirən çox ağır orada bir savaş gedir İran dövləti ilə Bəluçların arasında. Bilirsiniz ki, Bəluçlar sünnüdülər. Necə ki, türkəmənlər sünnüdülər, necə ki, ərəblərin birazı sünnüdür, necə ki, Güney Azərbaycanın da içində bizim sünnü türk vətəndaşımız və sünnü kürd vətəndaşımız var. Və bunlar da sünnüdülər. İran dövləti çox təəssüflə bu təbiz dediyimiz ayrı seçki, Türkçə ayrı seçki deyilir. Ayrı seçkilik siyasətin həm siyasi sahədə aparır, həm məzhəbi sahədə aparır, həm dil sahəsində aparır, həm vətən sahəsində, ekonomi sahəsində, hər sahədə desəz təbiz içindədir. Baxın, təbizlər, yəni fars-türk demək bu bir ayrı bir şeydir. Yəni, farslara da zülm olur. Amma o zülm hammiyə olur, o cümlədən farslara da olur. Amma indi biri də zülmlər o birisi millətlərə olur ki, farslara olmur. O cümlədən məsələn din savaşı, məzhəb türkəmənlər, bəluçlar bunlar din savaşına İran onları məruz qoyub, onları öldürür, onları iqtisadi olaraq, ekonomik olaraq, iş olaraq vətənlərindən köçmək məcburiyyətində qoyaraq onları neyinir? Zorda saxlır. Onlar daha çox zordadılar. Bunlar farslar bu zorda deyirlər. Yəni bu zorluğu ki, bəluçlar, türkəmənlər çəkirlər, xüsusən bu iki millətdən desəm, o əslən farslarda yoxdur. Eyni halda dil məsələsi də var. Yəni bunun yanında Bəluç dili var, türk dili var. Ya türkəmənlərin öz ağızları türk dilidir, amma hər halda özlərinin bir ağızları var, bir ləhcələri var. O da bir izafidir ki, farslar səhmirlər. İşsizlik məsələsi də var, çoxlu məsələlər var. Hər halda Bəluçlar buna etiraz ediblər, haqqılarıdır. Baxın, dünyada bir dənə qanun var, o da budur ki, bölücülük cürmüdür. Çox yerdə cürm hesab edirlər. Deyirlər, sən bölücüsən, spreyçisisən, cürm. Amma dünyada geçən 75 ildə, yəni 2-ci Dünya Savaşından bu günəcən 150 məmləkət müstəqil olubdur. Bunlar savaşıblar, istiqlallarını alıblar və geçən dövrdən, yəni müstəmirə olduqları, sümürcə olduqları dövrdən daha çox rahat yaşırlar. Daha çox rifahda yaşırlar, daha çox əmniyyətdə yaşırlar, daha çox inkişafları olur. Bəluçlar da bunun üçün savaşırlar. Bəluçların haqlarıdır. Bu haqlardan mən İnsaf Əli Hidayət olaraq himayət edirəm. Yəni, mən şəxsən himayət edirəm. Sağ olsunlar ki, durublar, savaşırlar. Bizim düşmənimizlə eyni halda savaşırlar. Dostlar, bunu da diqqət edin. Deyir ki, hər kəs mənim düşmənimlə savaşsa, dostum da olmasa, bir dənə hədəfdə müştərək yox. Əlbəttə ki, biz bəluçlarla dostduq və onlar da bizlə dostdular. Əlbəttə, mən fikir edirəm, onlar bir səhv elirlər, bir-iki dəfədə demişəm onların bəzi rəhbərlərinə. O da budur ki, onlar istəyirlər farsları məhkum eləyirlər, onlara Səfəvi deyirlər. O halda ki, Səfəvilər türkdülər. Və bu iştibahdır ki, bir ayrı milləti siz sembolların bir ayrı millətə işlədəsiniz.
Bu çox iştibahdır. Amma mən fikir edirəm ki, Oğuz bəy, bu çox ciddi İran dövlətinə təsir qoyacaqdır. Əgər İran dövləti İsraillə də savaşa girsə ki, bir ehtimal vardı ki, əlbəttə o cür ki xəbərlər deyirdi, zahirən İsrail, Bizə yalnız İran Baluç məsələsini şey edelim. yəni istəyirəm deyəm ki, oradan burada çox bu qüvvətlənər, güclənər. Əgər bu savaşa girilsə daha çox şey olar. Amma biz ya o birisi millətlər neynəməliyik bu? İndi qalıbdır ki, görək neynəmək olar. Sizin nəzəriniz nədir? Neynəmək olar? Mən 6-7 dəqiqə oldu. Orada yoldaşlar ki görüşlərini yazırlar və salam verirlər sizə və bizə və Aleyküm salam, sağ olsun. Biz salamlarımızı, saygılarımızı və sevgilərimizi sunuruq. Düzdür, canlı proqramdır və sonradan da bu yayılacaqdır, qoyulacaq başqa yerlərə, amma biz öyle də deyil ki, yəni biz yoldaşların salamlarına cavab verməyək. Təbii ki. Bunu sonra dinləyənlər də görəsilər ki, biz burada gərək bu işi də görək. Bizim görüşümüz təbii ki, Güney Azərbaycan baxış açısından budur ki, o Bəluçistan deyilən bölgələr ki, İran dövləti oranı bölmüş və Sistan və Bəluçistan deyir, onlar 100 ilə yaxındır ki, İran Fars işğalçı sistemin işğalı altındadır. Ondan öncə, əgər biz yalnız Qacar sistemini desək, Qacar sistemində çox belə yumuşaq və hətta belə yarı federal bir sistemi ilə, yəni əgər ona bənzətsək, yəni ona bənzər, yəni tam o indiki mənada federal yox, ancaq yarı indiki federala bənzər bir sistemdir. Yəni özlərini idarə edirdilər, Qacar sistemi genəldə belə idi. Özlərinin idarəciləri var idi və onların xanları, bəyləri mərkəzi Qacar ailəsinə ki, öz idarə haqqları var idi, onlara bağlı idilər. Böyle gəldi, ancaq bu geçən yüzyılda, yəni biz nədə Bəluç milləti ilə müştərək yerlərimiz var? Açıqca İran Fars işğal sisteminin işğalı altında həmən aynı zamanda, yəni öz vəli nemətlərinə xəyanət edib, kuduta eləyən Rıza Pəhləvi gələndən, hökumətə gələndən sonra. Siz yəni xəbər olaraq təbii hər kəs hər yerə baxa bilər xəbər olaraq. Biz burada xəbər işi eləmirik. Biz burada daha çox onu incəliyirik və Güney Azərbaycan baxışından baxırıq. Dedikdə Güney Azərbaycan baxışından onlar o məsələdə bizlə həmdərddirlər və bizə görə Bəluç milləti özünü idarə eləmək necə ki Qacar zamanı, yəni o zaman hələ biz o qədər onlara azadlıq şey etmişdik ki, yəni bir Qacar ailəsindən və Qacar hökumətinin oraya vali, nə bilim, ustandar, fərmandar getmirdi. Özlərini idarə edirdilər. Ancaq bağlıqları. İndiki modern zamanda mənə görə əgər Bəluç milləti özünü idarə eləməkdə necə sistemi ilə istəsə, bizə görə o haqqı vardır. Bizə görə hər millətin öz torpaqlarında özünü idarə eləmə haqqı çox bədii və təbii bir haqqıdır və o haqq da, İnsaf Əli bəy, nə rəyə qoyula bilər? Yəni, o rəyə qoyulmağı belə şeydir, gülüncdür. Düşünün ki, sizin varlığınızı, sizin öz şəxsinizin varlığını biz istəyirik sual altına qoyaq və referenduma qoyaq. Siz məsələn evinizə nə alasınız, necə evinizi düzəldəsiniz, evinizi məsələ içərisini necə dekor eləyəsiniz, necə evinizi idarə eləyəsiniz, məhəllənizi. Yəni insan şəxsi olaraq, ailəvi olaraq, şəhər olaraq, mən sizin danışığınızı dinləyirdim 2-3 gün öncə, o mədəni olaraq, mədəni və şəhəri idarə eləmək işarə elədiniz. Mədənilik nədir, mədəni mübarizə nədir? Yadınıza gəlir də neçə gün bundan danışdınız. O mədəni, yəni şəhəri idarə eləmək, özünü, onu rəyə qoymaq ki, bu millət haqqı var, özünü idarə eləsin. Yox, mənə görə gülüncdür. Və mən bunu uzun bəhslərdə bunu isbat eləyə bilirəm ki, Bəluç millətinin özünü idarə eləməyi rəyə qoyulmaz, referenduma qoyulmaz. Ancaq bilirsiniz ki, qoyurlar bəzən. Bəzi yerlərdə qoyurlar. Ancaq bizə görə texniki olaraq və hətta siyasi fəlsəfə olaraq qoyulmaz. Çünki bir millət zaten azad olmalıdır. Siz zaten azad olmalısınız. Biz deyə bilmək ki, indi İnsaf Əli bəy zindana qoyaq ya qoymayaq. Biz İnsaf Əli bəyə deyək necə yesin, yazsın, yaşayasın, yox. Bunu rəyə qoyaq. 3-4 nəfərdən də ayrı adamlarından soruşaq İnsaf Əli bəydən xaricdə.
Kimin haqqı var buna? Hansı millətin, öbürü millətin haqqı var? Desin Bəluç milləti istiqlal mı tapsın, federativ bir sistemi? Onu fəqət və fəqət Bəluç milləti qərar verir. Bu haqqı təbii ki, biz özümüzə də şeyik, Vaqifi özümüzə də bunu biz tuturuq bu haqqı və hər millətə də, hər yerdə, öz torpaqlarında. Biz böyle düşünürük. Ben dedim, bunu ona göre dedim ki, Bəluç millətinin içində değişik sisteme inananlar var. Siz de bilirsiniz ki, rabıtanızda vardır. İstiqlalı düşünenler vardır ve istiqlalı düşünmeyenler de var. Hiç fark etmez. Mesela bu ki, biz her halükarda eləcənə də o Qacar sisteminin indiki modern versiyonu olarak, biz bir Türklər olarak elə inanırıq ki, özləri ve yalnız özləri bu haqqa, bu rəyə sahib olmalıdırlar. Ayrı bir yerdə. Doğru. Mən fikir edirəm ki, Oğuz bəy, hətta bundan əlavə mübarizənin necəliğini də heç kəs təhmil eləmək haqqı yoxdur. Hər kəs təhmil eləyir, Səfəl bəy, onu bilirsiniz. Onu o işğalçı şey eləyir, təyin eləyir. Mübarizənin metodu. Amma biz hansını seçək ki, nə cür mübarizə eləyəcəyik, müsəllahanədir, qeyri-müsəllahanədir. Yəni biz onu özümüz seçirik. Ya kimlərinə müttəhid olacağıq düşmənin əleyhinə, bunlar o millət qərar. Doğru. Millət qərar verər nə demək? Mən bunu da demişəm öncədən. Millətin bəlli bir ofisi yoxdurdu. Salam aleyküm millət, biz gəldik, nə deyirsiniz? Bunu bəzən məsələn İnsafəli bəy danışanlar, sən necə millətin tərəfindən danışamısın? Millət, yox ya, İnsafəli bəy danışır. Millətin eliti, millətin düşünürü, millətin, çünki dövlət yoxdur millətin. Dövlət milləti təmsil edər. Dövlətsiz millət deyil. Millət öz iradəsini dövlətdə göstərər. Doğru. O millətindəki, çox millətlərindəki dünyada dövləti yoxdur. Biz də onlardan biriyik, Güney Azərbaycan milləti olaraq. Bizim sözümüz, millətin sözünü kim deyər? Bilirsiniz ki, bizim əski sözlərimizdən budur ki, danışan danışmayanın sözünü söylər. O da orada. Bəli. Danışan kimdir? Danışan millətin aydınıdır, millətin düşünürüdür, millətin mütəfəkkiridir. Nə ad qoysanız qoyun, nə bilim, elitidir, o millətin ziyalisidir, elitidir, ziyalısıdır, qaymağıdır, o millətin qalxmış. Hər yerdə olur olsun, hər yerdə olduğundan asılı olmayaraq o millətin sözünü söylər. Ya yaxşı, ya doğru, ya yanlış, ya zəif, ya qəvi. Hər halda odur da. Danışan odur. Danışan, danışmayanın sözünü söylər. Və biz elə düşünürük ki, o zaman ki, indi Güney Azərbaycanda biri çıxır xiyabanda, ya bir dənə plakardına, ya bir dənə bir yerdə bir yapışdırır ki, məsələn, mən millətəm, mən milli haqlarım olsun. Ona dövlət şallaqla, şikəncə ilə, tutmaqla hər gün bizdən tutulur İnsafəli bəy. Hər gün Güney Azərbaycanda tutulur. Kötə ilə, sosial statusunu, yəni mövqeyyət ictimaisini xarab eləməklə, işini zədələməklə, ailəsini qorxutmaqla, onu böyle ki davranırsa, o ondan yuxarı gedəcəkdir. O daha da çox sənə cavab verir. Çünki sənin xüsusiyyətinə məcburdur bir türlü cavab versin. Və axırı gəlib olacaqdır Bəluçistan kimi. Çünki Bəluçistan da bir zamanlar durub duvara bir şey yapışdırmış. Bəluçistanlar da durub bir yerdə şuar çıxar, təzahürət eləmiş. Ay bizim məsələn filan yerdə niyə gəlib suyu xarab eləyibsən? Niyə çayı xarab eləyibsən? Niyə gəlib burada bütün ekonomi, oranı bütün sel gəldi, apardı. Heç kəs getmədi, dadlarına yetişmədi onlar. Fəqri fəlakətdə saxlayıbsan. Buranı fəqrlə terrorize eləyibsən. Bəluçistanı ki, burada neft oğurluğu ilə, tiryək, nə bilim, uyuşturucu oğurluğu, hər nə oğurluq istəmirdim deyəm, qaçaqçılığı ilə, böyle işlərlə bu millət məşğul olur, atla, dəvə ilə, nə ilə. Yəni sən bu millət təhqir eləyibsən, bu milləti yoxluğa çəkirsən və bir zərrə istəyir danışa, ya hətta bunun mollası istəyir danışa, bu Mevlanası. Bunun mollası istəyir. Sən öz təyin elədiyin adamlar istəyir bəzən danışa, onun ağzından vurursan, şişəncə eləyirsən, o dağıdırsan, yox eləyirsən, o axırı gələr. Böyle xüşun. O xüşunatı dediniz ya, tərzi mübarizəni kim təyin edir? Tərzi mübarizəni normalda o işğalçı təyin edir. Doğrudur. Oğuz bəy, siz bir işarə buyurdunuz ki, millətin dövlətdə görünür, yəni dövlət nümayəndəlik edir millətin. Dövlətdə təməl. Doğru. Amma bundan əlavə, hətta o millətləri ki, dövlətləri vardı, millət üçün ayrı, millətin səsi üçün ayrı kanallar var. O cümlədən ziyalılar, gazetəçilər. Millətin səsidir, normal. O elə bir şeydir. Onu dövlət deyir, hakimiyyəti deyəndə o gedir ora. Amma yəni hətta məclisin, dövlətin yanında, ordunun yanında, filanın yanında, hakimiyyətin yanında ziyalılar var, mətbuat var.
public relation var. Yəni millət səsi, hizblər var. Milləti onlar təmsil edərlər, hizblər. Yəni, hizblər də parlamentə girer, parlament milletin sesidir. Devlet də bunu idarə edir. Hətta bunu məsələn deyək ki, məsələn görürsüz ki, bir dana yazar var, bir dana ziyalı vardı, bir dana elit vardı. Onun səsi partilərdən güclü çıxır. Məsələn, dövlətdə ya millətdə çox eşidilir. Çünki adam özünə bir yer tapıb o millətdə. Heç vaxt siz deyə bilməzsiniz, sən kimsən, sən kimdən rəy almısan? Çünki o millətin səsidir. O rəy almaq üçün danışmır. Öz mənfəəti üçün danışmır. O millətin mənfəəti üçün, milli mənafeyi üçün danışır. Bizim də millətimizdə təbii ki, hər kəs hər yerdə danışırsa, Güney Azərbaycanın haqqın və hangi siyasət ilə danışırsa, hangi ideoloji ilə danışırsa, haqqı var, danışmalıdır. Və bizim millətimizin və hər kəsin özü qərar verir. Hər kəsin özü qərar verər. Doğru. Bu bəhsi edelim. Siz Səfəvi bəhsinə işarə elədiniz. Bunu bizim Ərəb, Əl-Əhvaz ərəblərindən də bu səslər gələr. Bunlar öz mübarizələrində İran dövlətinə Səfəvi dövləti dərlər. Və Bəluçlarda da belədir. Səfəvi dövlətinin olan o anti-türklüyü və Fars millətini öyle yüksek tutması, Türk milletini ezmesi Sefevi şahlarının ve Türk milletini bu yokluk noktasının başlangıcı Sefevi devletidir. Ve İran'ı bütünleştirmesini ve sözde İran düzeltmesi, İranlı bir hanedan olması bunu başlamıştır. Tabii ki bize göre onların öyle demekleri uygun değil. Ancaq onlar Səfəvi olaraq o Səfəvi yaxlaşımı deyirlər ki, Səfəvi yaxlaşımı da o bölgənin, indiki İran bölgəsinin çoxunluğun ki, o zaman ağır çoxunluğu sünnidirlər, onları qətlam etmələri, onları və ermənilərdən, erməni sərkərdələrindən, erməni ordularından, Gürcü ordularından və başqa yerlərdən gətirdiyi ordularından və Fars sistemi ilə bunları yox etmələri, bu sünniləri, yəni məzhəb olaraq və sonra da mən sizin bu fərmanişlərinizdən müxalifəm. Dəlilim də var, amma bu bəhsdə girsək uzun sürəcəkdir. Bu bəhsdə girsək çox uzun sürəcəkdir. Və Səfəvi dövlətinin, Səfəvi genəldə Səfəvi dövlətinin Azərbaycan düşmançılığı təbii ki, o başqa yerlərdə, başqa zamanlarda bunu o zaman istəyək, yalnız Səfəvilərdən danışarıq. Ona görə mən onlara bir türlü haqq verirəm ki, Səfəvi düşüncə sistemini öyle eləşdirsinlər. Ancaq əgər istəsələr Güney Azərbaycan milli hərəkəti ilə bərabər addım götürürlər, biz də onların həssasiyyətlərinə doxunmamalıyıq. Onlar da bizim həssasiyyətlərimizə doxunmamalıdırlar. Bu, Oğuz bəy, mən o cəhətdən buna işarə elədim ki, Səfəvi Ələvi sözün şəriəti yaradır. Və burada bir ziddiyyət var türklüğün. Yəni, indi bəluç dostlarımız, qardaşlarımız bilməyə o ziddiyi gətirirlər, düzdür İrana hədəf alırlar. Amma o sonra da bizə dəyir. Yəni, sonunda o bizə dəyəcəkdir. Bizə dəyməməsi üçün... İran dövlətinin elə Səfəvidən bu yana, İran dövlətçiliyinin elə bu İrancı, mən sizə öncədən sizinlə danışdıqda da dəfələrcə həm şəxsi olaraq, həm rəsmi danışıqlarımızda eşitmişdiniz məndən ki, geçən hətta Səfəvilərdən bu yana deyəlim, yəni. Mən çox Səfəvilərdən bu yana demərəm, amma onun ortalarından bu yana. Hətta Şah Abbas ki deyilir, Şah Abbası Kəbir. Ki bizə görə Kəbir olaraq Azərbaycan düşmanı idi və Kəbir olaraq Türk düşmanı idi, rəsmi olaraq. Yəni o Türk düşmanlığında və Azərbaycan düşmanlığında Kəbir idi. Ona görə Farslar bunları qaldırırlar və bizim başımıza qaxınc eləyirlər bunları. Məndən eşidibsiniz ki, deyərəm, iki çeşid o bölgəmizdə türk vardır. Biri İrancı türklər, İranın düzəltmək, İranı böyütmək, İranı bir türlü saxlamaq və yaxçılaşdırmaq, gücləndirmək. Bir də Azərbaycançı türklər. Şah İsmail zaten hardan başlayır? Azərbaycandan başlayır. Sonralar nə olur? Bilirsiniz ki, dedik ki, öyle olur. Hər halda biz hər türkü siz İranda tapsanız, məsələn, hətta Rıza Şah zamanı, Qacar zamanı, indiki hökumət elə aynen Səfəvi kimi davranır və ondan da pis davranır. İçində çoxlu türk var. Bu hökuməti quranların içində bu dövləti, bu İran dövləti çoxlu türk var və ən böyük Azərbaycana zərər, o demişdi ki, Ağıtın pamıqçıya zərəri olar. Niyə? Çünki Ağıtın tüyü qarışar bu pamıqlara, ağ olar. Onu bütün mındar elər.
Əlbəttə mən söz olaraq deyirəm, amma itə qarşı danışmıram. Niyə Ağitin Pamukçuya zərər var? Niyə? Çünki İran dövlətinin, İran strukturunun, o çərçivənin, o scaffoldinin içində çox ağır Türk olduğuna görə, sözdə Türk bağlılığı, Türk etniklə bağlı olduğu və Azərbaycanla bağlı olduğuna görə biz belə fələc olmuşuq bir türlü. Amma Bəluç bunu deyə bilmir. Amma Ərəb bunu deyə bilmir. Kürt bunu çox deyə bilmir. Çox təşəkkür. Çox sağ olun. Bu bəhs çox geniş bəhsdir. İnşallah bir hərfə. Mən çünki burada sizlə kollən müxalifəm. Yəni %100 deyə bilərəm ki, sizlə kamilən tərs düşmüşəm bu məsələdə. Daimən də bunu bəhs eləmişik. Fikir edirəm ki, 2 nəfər oturanda bizim bəhsimiz çox olur. Pis də deyil, yaxşıdır. Bizim bu gözəlliyi də elə bu ixtilaflardadır. İxtilaflarda da və ixtilafları da dostluq saxlamaq çox önəmlidir məncə. Dostluqla. Məsələdə heç çox da gözəldir, həttəmən ki danışarıq. Amma lütfən buyurun ikinci məsələyə. İkinci məsələyə keçsək, ikinci məsələ məncə İsrail ilə İranın indiki məsələsidir. Bu məsələ də ciddidir. Yəni sizin 5 dəqiqəniz başladı. Tamam. Son günlərdə İsrail İranın konsulluğun Şəkilə vurubdu və orada çoxladı. Zahirən konsulluğun özün vurmayıbdı. Belə nəzərə gəlir ki, konsulluğun dibində bir ayrı bina varmış ki, bunlar orada konferans getirdiler ya gizli şeylerini orada getirdiler ve orada bir gizli konferans getirilmiş. Yani İran'ın fermandehleri orada toplanan fermandehleri orada varmış, bir de ayrı adamlar da varmış. Onu İsraillere kim deyip saatın, yerin, zamanın kimler oradadır. Çünkü eğer orada 1-2 nəfər olsaydı İsrail o saxmanı qurmazdı. Orada 7 nəfər pasları ölübdü, çox yuxarı səviyyəli paslar ölübdü. Mən ölənlərin ailəsinə təsliyyət deyim, amma şükür olsun ki ölüblər. Çünki insanı öldürənlər ölməlidirlər. Və xüsusən o insanlar ki, onlar orada öldürüblər. Xüsusən geçən 7-8 ildə Suriye'də İranlılar çox adam öldürüblər. Oğuz bəy, 1-2 dənə mən video gördüm. Onları necə adamları gözlərini bağlayıblar. Qabaqda bir burduzel şeylə, burduzeldir nədir? Onunla yeri qazıblar. Adamlara deyirlər gözləri bağlı. Qaç. Qaçır, adam oradan düşəcək zaten ora. Daldan güllüyə bağlayır, rəcbara bağlayır. O gedir düşür ora. Və orada onun əl-ayağını çalmağı görsədir, o birisi düşür onun üstünə beləsi. Çox iftizahla adamlar orada öldürüblər. Hər halda İsrailə xəbər verilibdi ki, dəqiq İsrail yerin bilibdi, saatın bilibdi, hər şeyin bilibdi və sonra da muşəklə düz vurubdu. İndi o dəhlizdən geçib, hardan geçib, onlar olan yerə dəyibdi. Onları aradan aparıbdı, qətlə yetiribdi və indi 2 gündür, 3 gündür Netanyahu ilə deyə bilən, beləsi desəm daha yaxşıdır. Oradakı dövlət adamları ilə İran dövlət adamlarının arasında bir qeyri-müstəqim Twitter üzərindən bir savaş gedir. Söz savaşı. Mən hətta bugün birini oxudum, zahirən bir sipah deyibdi ki, biz nə etməyəcəyik. Oradan cavab Netanyahunun dilicən tərcümə ediblər. Mən bunu deyə bilmirəm ki, doğru tərcüm olubdur, yalan tərcüm olub, bunu deyə bilmirəm. Amma o şey ki, orada yazıblar, deyiblər ki, Netanyahu deyir ki, biz sizi gözlürük, hardasınız, niyə gəlmirsiniz? O muşəklərinizi atın, biz görək nədir olur, onları gözlürük. Yəni, bir cürrüqlə mən fikir edirəm ki, İran cavab verməlidir, amma bilir ki, cavab verə bilmir. İran öz gücün həm içəridə olan savaşları görür. Dünənləri Təbrizdə 120 min nəfərə yaxın, ya 120 min nəfərdən çox stadiuma adam yığışmışdı. Həm onları görür, həm Tehrandakı vəziyyəti görür, Kürdistandakı vəziyyəti görür, Bəluçistandakı vəziyyəti görür. Həm də ki, özünün içəridə özünə güvəni yoxdur. Pulu da yoxdur, savaş gücü də yoxdur. 5-10 dana muşək vardı, neçə 100 dana, ya biraz da o şeylərdən, dronlardan, təyyarələrdən, nədir o, kamakazı deyirlər, nə deyirlər, o şeylərdən vardı. Gedir, məsələn, bir şey edir. Bu həddə, yəni. Amma İran feylən sözdən eşiyə çıxa bilməyibdir. Xameneyi dünənləri danışıbdır Oğuz bəy. Və hər şeydən danışdı, hətta Quds günün yadından çıxartdı danışır Oğuz bəy.
Quds günü ki, geçən 44 ildə hər il bunu danışarlar, hər il də adamları apararlar ora, bəzi yerdə 1-2 nəfər gedər. Dünənləri Xameneyi onu yadından çıxardıbdı. Mən Əbtəhinin xatirəsini dünən gecəki mərasimdən oxuyurdum. Əbtəhi yazıb ki, namazı qılandan sonra, iftarı eləyəndən sonra, namazı qılandan sonra ağanın yadına düşdü ki, Qudüsü deməyibdi. Orada yenə bir danışdı. Yəni, fiilən İran əslən bilmir neynəsin. Sahirən hətta şey içindəribdir. Bu ki, biz cavab verməyəcək, Amerika gərək cavab verə, yəni istəyiblər deyərlər ki, Amerikanın gücünü biz qəbul edirik. Zahirən İran bu sözünə deyir ki, mən Amerikanın gücünü bölgədə qəbul edəcəm. Amerikaya zorum çatmaz. Amerika bu məntəqənin, bu bölgənin quldurudur, böyüyüdür, ağasıdır, rəisidir. Biz də onun əli altında bir adamıq. İsrailə gəlsin, o cavab versin. Belə bir şey axtarır. İstəyir ki, topu ata Amerikanın yerinə, onun sahəsinə yerinə ata və onlardan istəyək ki, İsraili kontrol eləsinlər. Eyni halda CIA xəbər veribdir zahirən İsrailə ki, bu da xəbər yayılıbdır. İran 48 saatın içində bir əməliyyata girəcəkdir. İndi onun 24 saatı keçibdir. 24 saatdan da çoxu keçibdir. 30 neçə saatı keçibdir. Gözlürlər ki, görərlər nə olacaq. Bunu hardan deyirlər? Oğuz bəy, indiyəcən hər vaxt İran istəyibdir bir məmləkətə münşək atsın. Məsələn, Əraqa atsın, ya Amerikanın paygahlarına atsın, ya hər yerə atsın. Öncədən bir neçə saat qabaq zəh verir, xəbər verir ki, hüşüzlü olsun, oradan çıxın gedin, biz atmağa məcburuq. Biz içəridə millətə deməliyik ki, biz Amerikaya 4 dana güllə atdıq, İsrailə 4 dana güllə atdıq. Lütfən gedin, o yüzden qoyun bizim bu güllələrimiz gəlsin, düşsün orada ətrafa. Biz də burada nümayiş verək. Çox yəni görünüş üçün eləyirdilər, amma bu dəfə ola bilər, yəni aynı ola. Buyurun, devam edin. Elə mənim nəzərimə gəlir ki, bu dəfədə ondan izafə gedə bilməzlər. Çünki Xameneyi əgər desəydi, gərək deyəydi. Dünənləri o qəziyyə olandan sonra danışıbdı. Gərək deyəydi ki, biz intiqam alacağıq. Ya filan eləyəcək, ya əzəcəyik. Məsələn, qabaqdan danışıqları var idi ki, əgər bizim adamlarımıza zərər versələr, ya bir yerimizi vursalar, biz heyfə ilə filan yeri dağıdacağıq, Tel Avivizi dağıdacağıq. Amma bu günləri görürük ki, əslən bu sözlərdən xəbər yoxdur. İndi bunu nə tür təhlil eləyə bilirik? Biri budur ki, İran qorxur savaşa girsin, İsraillə savaşa, ya da ki, əslən deyək ki, İsrailin gizli müttəhididir. Sadəcə sözdə İsraili vuracaq. Çünki geçən 44 ildə İran və hətta şah dövründən, yəni Zəfər, əgər yadınıza gəlsə, o Zəfərə adam göndərdilər şah zamanı. Zufar. O dövrədən indiyəcən İran deyən, İranda olan hakimiyyətlər fəqət müsəlman öldürürlər. Fəqət müsəlmanlara zərər vurublar, fəqət müsəlman... O çox gözəl bir nöqtədir. Yəni, əslən və əbəda bir dana ayrı məmləkətindən görmürük ki, deyə İslam üçün savaşdıq, millət üçün savaşdıq, ekonomi üçün savaşdıq. Bir ayrı tərəfdən görürük ki, İsraili bəhanə eləyək, İsrailə icazə verdilər, İsrail günü-gündən güclənsin. İsraili aradan aparacaq. Saat qoymuşdular, Oğuz bəy, Tehranda, Utubanda. Saat sayırdı ki, neçə saat qalır ki, İsraili aradan aparaq. O saatı götürüblər zahirən. Dünənlər... O götürüblər onu. O saat işlər. Odur deyirlər ki, o saatı götürüblər. Bir də bu ki, İran McFarlane cəryanından bilirik ki, oradan silah alırdı. O, yəni İsraildən silah alırdı. İran-Əraq savaşında oradan alırdı. Yəni alırdı. Bilirik ki, Vizarət-i İttilaatın bir çox adamları orada İsraildə dövrə görüblər. Bunu da bilirik. Və bunu da bilirik ki, İran dövləti bu İsraili sözdə düşmən görsədərək içəridə insanların azadlığını səlb edir. Deyir, mən bir düşmənlə savaşıram. Bu indi yenə də bundan istifadə edəcək. İran bundan sonra biz İsraillə savaşlıyıq, siz bu türsə. O da İsrailə də məşruiyyət verdi. Həm atomi silah düzəlsin, həm indi ərəblər niyə məsələn çox şey eləmirlər. Yəni siz görürsünüz, heç bir məmləkət əmələn Qəzzədən himayət eləmədi. Qəzzəlilərdən, Filistinlərdən əməldə himayət yoxdur.
Yəni yemək verirlər, içmək verirlər, dava dərman verirlər. Bu hətta ondan izafə bir dənə tüfəng atsınlar, bir dənə tüfəng orada güllə atılmır. Bu illəti budur ki, İran dövləti bir iş görübdür ki, İsrail məşruiyyət qazanıbdır. Dünya səviyyəsində məzlum olubdur. Məni aradan aparacaqlar, mən qalmalıyam, məni 2-ci Dünya Savaşında da, 1-ci Dünya Savaşında da, ondan qabaqda da qətliam eləyiblər. Mən bura yığışmışam. İndi bunlar ya İranlar ki, şiədirlər, bizi təhdid edirlər ki, gələrlər bizi Almanlar kimi aradan apararlar. Biz özümüzdən difa eləməliyik. İndi İran bunları hesaba salır. Bunun qabağında indi İranın 2 yolu var. Ya gərək qeydə dalıya deyək ki, mən İsraillə sülh edirəm, mən İsraillə savaşmıram, mən iştibah eləmişəm, buracan şuarlar vermişəm, ya da gərək həmlə edir. Əgər istəyək içəridəki ayətullahlara, verdiği şuarlara əməl eləyələr, gərək həmlə edir. Amma həmlə eləsə qorxur ki, içəridə şuruş düşər. Millətin hazırlığı yoxdur. İsrail 5-10 yeri bombaran eləsə, bu millətin %80-i qaçacaqdır. Yəni, məsələn, mən indi buradan elə öz Türkəmən, Qəşqayı, hər kəs ki, özünü Türk bilir və İran ordusundadılar, fərq eləməz, hangi üzvündə olur, deyək ki, oradan çıxın, istefa verin, əhliyalızın yanına gedin, götürün, gedin, bir kəndə heç olmasa. Yəni, savaş düşsə, uşaqlarınızı, xanımızı, dədəci, nənəzi qoruyun, orada gedib Farsların mənafiyi üçün özünüzü ölümə verməyin. Məncə beləsi, əlbəttə çox danışmaq olar, bəli sizə də vaxt verək, siz də buyurun. Təşəkkür. Əlbəttə, bilirsiniz, yəni sizin dediklərinizdə nöqtələr var ki, onlar çox-çox önəmlidirlər. İlla, yəni mənim təvəccühümü çəkən yerlər var ki, bir dövlət hər zaman ötəkini göstərər ki, özünü tərif eləsin və içəridə sistemi yaratsın. O çox-çox önəmli bir məbhəslərdəndir. O da elə sonra danışılacaq məbhəslərdən. Hər kəs ki, yoldaşlardan buradadır, otaqda təşəkkür edirik. Cənab Əbu Şərif təşvik etmişdilər. Onlar gəldilər və yəni çünki danışığımız türkçədir. Getməyə məcbur oldular. Biraz oturdular. Gördülər ki, təbii, yəni olsaydılar, hətta mən çağırardım ki, farsça da danışsınlar. Bəli. Və ya hər dildə ki, özləri istəsələr ərəbcə. Hər halükarda yoldaşlardan istəyimiz budur ki, yayını paylaşsınlar. Öz listələrində, hətmən ki, hər kəsin listəsində, mənim listemdə fikir edən 1000 nəfərə yaxın adam var. Bəzdamın listələrinə baxıram, məsələn, 10.000 nəfərdir. Əlbəttə, o mənim listemdədir. Cayip'in biz Instagramından şey edirik. Cayip'in içində də 10.000'dən yuxarıdır. 10.000'dən yuxarı. 10.000'dən yuxarıdır. Bəli. Sizin fikir sizinki də elə o cür ola. 6.000'dir. Mənimki də 6.000'dən biraz yuxarı. Mən indi özüm cənabınız əvvəl danışanda ədəbsizlik hesab eləməyəsiniz, onu tozih verim. Cənabınız əvvəldə danışanda mən başım aşağıda idi, çünki göndərirdim dostlara. Mən hətta o birisi əplərə də göndərdim ki, 150 nəfərə mən göndərdim canlı yayının linkin. Yoldaşlar paylaşsalar, siz əlbəttə ki, yaxşı olar və görüşləri, hər kəsin görüşü, sorusu, eleştirisi olsa ya orada yazsın ya özü gəlsin, öz səsiyle, öz görüntüsüyle nisbətsə şey etsin. O orada. Bu İsrail'le ilgili bizim de görüşümüz budur. Güney Azərbaycandan böyle bak, bize göre Güney Azərbaycan milli mənfəətləri nəzərdə alaraq böyle görünür ki, İran devleti bu sözde İslami devlet, sözde cumhuri, sözde İslami devlet düzelinden sonra İsrail'in məntəqədə o planları ki var idi, onların daha çok mühakkak olmasına, doğrulanmasına yardımı olubdur. Ve İsrail'in o istediği o öteki olubdur. Siz de buna işaret ediniz. Çok önemli bir bəhsdir siyaset elminde. Çünkü insanda da öylədir. İnsan öbürüyle, belki kesin dəfə buna işaret edin. İnsan öbürünü tərif eləməkdir ki, özünü tərif şeydə. İndi ötəki deyəndə və ya öbürü deyəndə bunun yerində rəqib də vardır. Yəni rəqibi, siz rəqibi göstərməsəniz, tanışmasınız. Mənə telefon gəldi. Rəqibi şey etməsəniz, özünüzü tərif edəməsə diri qalmasınız.
Ve indi bunun yanında düşman da var. Yani ona göre devletlere baksanız, bütün devletler istisnası yoktur dünyada. Düşman tayin eləməsə, hər nə, daxili düşman, xarici düşman, uzaylarda, ne bilim, gəzəgənlərdə, mənzumə-i şəmsidə bir dənə düşman tayin eləməsə, o devam gətirməz o devlet. Ya da rəqabət, düşmən olmayan axırı düşman da birinci nə dedik? Öbürü, ötəki. Bəli, ötəki. Ondan sonra rəqib, ondan sonra düşman. Mütləq bu tayin olunmalı. Siz öbürünü təyin etmədən siz təyin olmazsınız. Siz yoxsunuz. Çünki ordunuza ehtiyac yoxdur. Doğru. O füzələri almağa, belə gəlişməyə çox şeyə ehtiyac yoxdur. İsrail dövləti də bunlardan biridir. İran dövləti də bunlardan biridir. İran dövləti ilə İsrail dövlətinin bu böyle demiştik ki her şeyi birbirine benzerliği ve mentekede menfaatlerinin birbirine yakın olması. İsrail de istəyir öz düşmanlarını tayin eləsin. Mesela siz 43 ildir, 44 ildir ki sözde Cumhuri, sözde İslami gelmiş başına. O zamana bakın 1979'a. Mısır İsrail'e karşıdır. Libya İsrail'e karşıdır. Irak İsrail'e ağırca karşıdır. Suriye o zaman Hafız Esed iş başladı. Yani burada büyük şeyler var. Yani İsrail'in tarif elediğinden ve istediğinden, arz elediğinden daha çok şey var. Var. Yani bir tane değil. Mesela Türkiye Türkiye mesela PKK. Ya da Türkiye mesela değil, Amerika. Mesela yenilikte mesela bu AKP'cilerinden Amerikan özlerine mesela şey etmişler. Belirlemişler. Herhalde. Mesela Azerbaycan devleti. Türkiye de böyledir. İran'da. İran'da mesela İran uzaklarda bir düşman gösteriyor. Onun adı nedir? İsrail'di. Amerika'dı. Amerika cahankardı. İstikbar-ı cahanidir. Yani istikbar cahani diye bir şey yoktur. Ama herhalde istikbar cahanidir. Ona göre özünü tespit ediyor ona göre. Siz, hatta İran-Irak savaşı ona göre olsa Saddam Yazid kafir olmasaydı ve Irak o yanlışlıkları ve öyle olmasa o problemler şu o zaman oldu 1980'lerde ve eləcə də yani İran'ın təhriki de var idarada. Olmasaydı İran İslam Cumhuriyeti olabilirdi ki o ilk illerde şey olaydı. O inqilab devam tapıydı. O inqilabı Şahın əleyhinə başlamıştı. Çünkü bunlar inqilabı ne diyorlar? Nütfədə boğdular. Ve Irak savaşı başlandı. 8 il xəfəqan, hamı gəlsin ölübə. Ve savaş zamanıdır. Ve siz ona işaretlediniz. Ben de o barədə. İsrail de böyledir. Ve İsrail de mesela indi İsrail idare edən hakimiyyət, devletin arz eləmirəm, Netanyahu hakimiyyəti bu bir şey ona nemətdir ki, İran devleti getirdi, ilatı o Amerika İran'a hediye verdi neçə il bundan önce. Çok büyük bir SİHA hediye vermişti. Çok dünyanın en modern SİHA'larından ki onu İran indirdi sözde yani. Amerika onu indirdi ve İran'a hediye verdi. Ve İran oldu dünyada SİHA yaradanların ve İHA yaradanların biri. Halbuki dünyada siz 10 tane İHA ve SİHA yaradan ve düzelden teknolojide memleketliyseniz biri İran'dır. Bunu İran'a kim bunu hediye etmiştir? İstihbari cahani. Onu orada indirdiler, getirdiler onu reverse engineering diyorlar. Terse mühendislik. Onu elediler ve indi İran o bölgenin şeyidir. SİHA ve İHA gücüdür. Hatta o kadar çoktur ki Ukrayna savaşında işleden Rusyan tarafından buradan gelir bazıları. Onu anlamaca almaz ki Rusyan yokudur. Ancak buradan gelir. Ve bunu kim hediye veriptir İran'a? İstihbari cahani. O tarafta istihbari İran bunları işledir, ilata hamleladı. Ondan 2 gün önce. Sonra İsrail'de Allah'ından böyle şeyler biraz önce dedik ki herkesin, her devletin ve her hükümetin buna ihtiyacı var. Onlar da getirdiler bu konsolosluğu vurdular. Orada da sizin dediğiniz gibi galiba bunlara çok qəşəng böyle güzel şair hak seven şairdir fikirliyim yazıp şair hak seven burada qonaq yoktu. Bizim programımız söyleşi programıdır. Ne ben qonağam, ne İnsaf Əliyev qonaqdır. Burada yalnız söyleşi yaparıq. Söyleşi yani iki tərəfdə. İki tərəfli danışırıq, bəli. Hatta siz de gəlib bu danışığın bir parçası olarsınız, onlar söyleşi. Burada qonaq şey yoktur. Yani ben müsahibə eləmirəm İnsaf Əliyev. Ve böyle oldu. Biz hatta bir-birimizlə müxalifət də edirik. Çünki bəhslərdə
Bəzən də vaxta görə bəhsi qoyub qalsın o birisi həftəyə. İstihbaratçı hani o hədiyyəni verdiler, onlar da onu vurdu, onlar da onu vurdular. Mesele budur ki, Netanyahu'nun da nəfinədir bu vəziyyət. Çünki o İsrail devletinin Benny Gantz adı, o deyir ki seçime gider. Onda bir aydı, 2 aydı ki deyir seçime gider. Bu böyle olmaz. Çünki İsrail devleti, İsrail ordusu savaşı conduct eləyə bilmir, yapa bilmir savaş. Yani bu savaşçılar Gazze'de yaptılar. Xəstəxananı vurmaq, uşaq öldürmək, bu kadar adam öldürmək, bu kadar qeyri nizamı öldürmək. Savaş böyle olmaz ki. Savaş böyle olmaz. Savaşı böyle conduct eləməz. Savaşın özünün bir hünəri var. Savaş onlar öğrenmək istəyir İsrail ordusu. Azərbaycandan öğrensin ki 44 gündə nə cürülər və neçə dənə sivil öldü bu 44 günlük savaşda. Türkiye'den öğrensin ki Türkiye'nin bütün savaşlarında, geçen minillik Türk savaşlarında ki minimuma gelmelidir sivil ölümü. Çok yerler vurulmaz, çok şeyler olmaz. Sen özüne kıyafet giyip başka paltarlarına girmezsen xəstəxanada yatakta yatan adamın başından vurasan abi, zəfər elədik, duraq gedək. Böyle olmaz. İsrail'in şimdi aylardır Gazze'de yaptığı savaş, aslında savaş değil. Bunlar yüz gözüne bulamışlar bu savaşı. Bu anlama gelmez ki İsrail haklıdır, haksızdır ya Gazze. Mesela o savaş bizden biraz Oğuz bəy, burada bir dənə məsələ, ciddi məsələ mətrəhdir indi. Çox bağışlayın. Ciddi məsələ mətrəhdir. Mən dünənləri bir dokumenteriya baxırdım elə bu İsrail Qəzza savaşında. Zahirən Amerikalılar və İsraillər bir dənə sahildə düzəldirlər, liman düzəldirlər. Yəni bəndər, farsca bəndər deyilir. Bir bəndər düzəldirlər. Və bunu o dənizin içinə aparırlar. Məsələn 10 kilometr. Yəni çox uzun bir bəndər düzəldirlər. Ora milyonlar ton beton lazımdır. Və zahirən bu savaşın deyirlər. Belə nəzərə gəlir ki, bir illəti Qəzzəni vurmağın bir illəti budur ki, orada milyonlar ton indi saxtamanları yıxılır da, hazırdır. Onları aparıb tökələr ora. Bilmirəm, yəni mən bunu görmüşəm. Torontoda da belə edirlər. Bu saxtamanları nüxalə deyirlər. Betonlar, yekə parçaları yığırlar, aparırlar, tökürlər gölə. Onun üstünə də torpaq tökürlər. Sonra da orada bina tikirlər üstündə. Nə cür istəyirsiniz bina? İndi zahirən hətta bu Qəzzənin binalarından müftə ora ki, məsələn, neçə milyard dolar yerə pul qoyalar, dolduralar 100 metr dərinlikdə, nə bilim 200 metr dərinlikdə. Onları bununla doldururlar, gətirirlər səthə. Çox böyük bir əzəmətli iş görürlər. Zahirən amac bu ki, ora təxrib olurdu. O şiddət ilə saxtamanlar vururdular, yıxırdılar, saxtaman qalmayıb. Əslində bunların hamısı buna görədir ki, onu tikələr. Buyurun, bağışlayın. Savaş da siyaset kimi coğrafi alanında olar. Yani Gazze'nin coğrafisine baksanız, orada bu savaş başlayandan, yani Oktobrin 7'sinden bu yana ki bunlar necə girdiler, hansı yerden girdiler, hardan çəkildiler, hardan gene de girdiler ve güneye tərəf getdilər. Bunlar hamısının cümbəcün tarixi var. Ve ne fakat İsrail'in tarafından böyle yani savaşa çok dahil olmayanlar, yani değişik yerlerden. Ve bunun satellite haritaları da var, bütün haritalar. Mesele budur ki, benim deməyim budur ki, ben bunu yetirmeye çalışıram ki, 30 il, İran devleti, Fransa devleti, Rusya, herkes, hatta Amerika belə Erməni devletine yardım etti. Kanada'nın özündən, Kanada devletçiləri, devlet məqamları, meclis məqamları, hatta özünü Azərbaycan Milli Hərəkətinə mensup bilen bəzi şərəfdən və heysiyyətdən yoxsun insanlar ki, özlərini Azərbaycan Milli Hərəkətinə mensup bilirdir. Onlar buradan Qərabağa getdilər, Azərbaycanın işgal olunmuş Qarabağına. Qarabağda sözdə erməni seçiminin nəzarətinə qədər belə getdilər. Yəni bu kadar Qarabağ önemliydi ve Qarabağ o kadar Qarabağ təsbit olunmuşdu. Artsaq hakimiyyəti, artsaq devleti ki, hatta Güney Azərbaycan Milli Hərəkatının belə özlərini rəhbər bilənlər də deyirlər bu iş olmaz və ümidi aldan vermişlər və yaman yoğuz deyirdilər və çox da tərbiyəsiz də danışırdılar Azərbaycan hakimiyyətini ki, mən burada hücum edirəm, mən hicab edirəm danışmaqda. Demək, bu məsələ, yəni istəyirəm, elə heç bir şey eləməyəsiniz ki, Qarabağı
savunan erməni silahlıları zəif idilər. Yəni çox da 2 dənə köhnə tank qoymuşlar, öyle değildi. Dünya alem olarak yardım ediyor. İran her türlü bilgi olarak, informasiya olarak ki, hardan gəlirlər, ne olur, hamısını silahları, her şey var. Yeməklərinə ben özüm göz şahidiyim. Yeməklərinə qədər ben yeməklərini görmüşəm filan cibhələrində ermənilərin. Ben şahsen, bir gün şahsen size diyemem. Yardım edildi. 44 günde Cenab İlham Əliyevin dediği gibi iti qovan kimi bunları qovdular. 44 günde bir hüner, bir savaş özü bir hünerdi. Türklere savaş bilirsiniz, toydu, düğündür, hüner. Öyle bir savaş kondakt ettiler, öyle bir savaş gösterdi Azerbaycan ordusu. Şehit vererek. Ki sivile dokunmadı. Siviller gördünüz hamısı minmişler otobüslere gedirdiler ki Azerbaycan'da bir hara gelirsiniz. Burada yaşayın, Azerbaycan devletinde yaşayın. Siz Ermenisiniz, tamam Ermenisiniz, ne olur? Benim vətəndaşım oldu. Erməni devleti, Fransa devleti olarak çıxın ki biz deyək ki burada qətlam olunur. Mənim Manzurum budur şu 44 günde orada biz 44 günde 30 illiğin ordu getirmişler, satellite her türlü yardım etmişler. Rus ordusu böyle orada Kocalı katliamında Rus ordusunun yardımıyla olmuştu. Yani dünya alem 7 düvelen ne diyorlar 72 düvelin aleyhine Azerbaycan Cumhuriyeti'nin ordusu Cenab İlham Əliyev komandanlığında Müzəffər İlham Əliyevin komandanlığında bu iş oldu. Ve o güzel askerlerimizin, o şehitlerin, o yaralıların, onların hamısının gayretinden bu iş oldu. 44 günde temiz ordu iş temiz yapar. Türkiye'nin 1974'te Kıbrıs savaş harekatı yok, barış harekatı gittiler orada. Yunanlılar qətlam eləyirlər Türkləri. Kurtardı Türk ordusu orada. Bakın görün neçə saatte oldu. Xankəndini alanda Azerbaycan. 24 saat demişler, 23 saat 54 dakikada bu iş oldu. Çünkü savaşın, inanın arz eləyirəm əziz yoldaşlar ki bunu sonra da, savaş bir hünerdi. Bunun kitabını 2400 yıl önce yazılıbdı bunun o kələm. Savaşın hüner olduğunu. Ben demirəm o kitap her şey doğrudur da. Ama savaş bir hünerdi, bu özü bir kitaptı ki 2400 yıl önce yazılıbdı. Oradan da savaş bir hünerdi. İsrail'in, Gazze'nin aleyhine ve Filistinlilerin aleyhine ve sözde o Hamas devletinin ki özü onun yaratmasında yardımcı olubdu. Özü onun silahlanmasında ve örgütlenmesinde Fatah'a karşı bu Fatah var ya İslami bu Abbas'ın Filistin Yasir Arafat önceden var idi. Ona karşı bunu yaratmak. Filistin direnişini parçalayıp orada bir Gazze yaratmak, bir bu taraf yaratmak. Hamısını eləyəsən. Sonra gətirəsən burada ve ben demirəm orada Filistinliler ne kadar yanlışlar yapıblar. Hamısı Oktober 7 böyük bir cinayet idi. Oktober 7 böyük bir soykırım idi Yahudilere ve İsrail devletine karşı. Tabii ki. Ancak böyle sen savaşı bu kadar uzuna çekesen, bu kadar sivil ve dünya alem yalvarır ki mesela şeyleri öldürme, uşakları öldürme. Bunlar getiripler yemek ki daşıyır. Hatta Amerikalılar da onun içinde var. İngiliz'de haberiniz var da hatta geçen 2 ilde. Onları vururlar. Ay bize yanlış bilgiler geldi. Aslında yanlış bilgi sana gelse de mənə gelmeyecek. Sana gelecek. Doğru bilgi sana gelecek. Doğru bilgi sen yanlış bilgi məndə olar, o birində olar. Bakkalda olar, çakkalda olar. Sen ordunun ittilatısan. Sen gərək biləsən hansı otobosu vurasan, hansı vurmayasan. Bu kadar sivilin ölümü. Bu Netanyahu'nun ve devletinin de böyle bir şeye ihtiyacı var ki İran da gelsin Amerika'nın verdiği hediyelerine o teknolojisini arz ediyor. İlatı vursun, oranı vursun bilirsiniz çok yerleri vururlar. Ve yarın bunlar bizi de vuracaklar. Bu Amerikan hediyeleriyle. Netanyahu'nun da nefine bu. Ki orada vurmuş bu adamları öldürmüşler. Ve İran devletinin nefinedir ki düşmanı düşman istihbar cihanı ve İsrail Sehyonisti düşmanı Sehyonistiyle daveliyler ve İran'la savaş halındadır. Ve hatta sizin dediğiniz gibi olabilir ki güya Hamne'yi demiş ki bu hemen bunu ististi bu işi görür. Bu uzanmasın. O da bir haberdi ki onu siz demediniz. Zaten bunu demiş yani belki siz bakandan sonra ben buna bakmışım. Deyir ki hemen bunu ististi bunu eleyin koymayın kalsın soğusun bu mesele. Çünkü neyi vuracaklar? Haranı vuracaklar belli değil. Mesela bu şey hele onu da göreceğiz. Mesela bu şey İran'ı vurmağı da nümayişidir ve vurmağı da gerek vursun bir taraftan. Çünkü deterans yaratmalıdır. O gerek.
Necə ki İsrail də o işi görür. İndi Amma Oğuz bəy, indi məsələ budur. Əgər İran, indi burada mən sizdən sual soruşum, davam verin. Əgər İran cavab versə, hətta məsələn 10 dona muşək atsa və bunlar göydə onu partlatsalar, İran savaş elan eləmir İsrailin əleyhinə və müstəqimən savaşa girmir. Yəni onu yəni necə edəcəklər? Çünki onda İran, İsrailin müttəhidləri var. Bilirsiniz ki, Amerikada hər prezident gəlsə, əvvəl gedər o divarın orada aylar düzələr və and içər ki, biz İsrailin hər zaman arxasında olacağıq. Amma belə. Məsələ budur. Mən iki cümlə ilə bitireyim. İran devletinin içində, içlərindən gene də Türk olanlar ki, maşallah çoxdular bu. Yəni o qədər manqurt pərvərlik olmuş ki orada geçən 100 ildə və 150 ildə. Ki Azərbaycanda, Bakıda Azərbaycan elçiliyi, üzr istəyirəm, İsrail elçiliyini biz də vurmalıyıq. O da İran bunu şey eləyə bilər. Niyə? Çünki İran bilirsən elçilikləri vurmaqda, nə bilim Ərəbistanınkında, İngilis elçiliyini ota çəkməkdə, bilirsiniz Amerika elçiliyini rejim gəlməyəmin işgal eləməkdə. Yəni bunların heç hörmət. İranın sözdə İslami və sözdə cümhuriyəsi əslən elçiliyə, bunun torpağına, bunlar ehtinə deyil bu şeylər. Ona görə bu səslər gəlir ki, Azərbaycanda İsrail elçiliyini vuracaq. Buyurun. Oğuz bəy, İran o indi budur. Aparırıq indi Azərbaycana tərəf, indi gedirik Azərbaycanda məsələni də apardınız ora düz təbii, normal vəziyyətdə. İndi oradan başlasaq. İsrail o zaman ki, indiyəcən İranla İsrailin müstəqim savaşı yox idi. Yəni casusluq savaşları var idi, terror savaşları var idi. Bu onun üçün terror edirdi, o bunun üçün terror edirdi. Bilirik ki, İran məsələn Filipində də İsrailləri öldürməyə çalışdı, ya öldürdü, Türkiyədə də öldürdü. Abrisi yerlər, çoxlu yerlərdə İran çalışdı ki, öldürə. Amma buradan bir-birinin torpaqlarını vurmamışdılar. Amma İsrail birinci dəfə İranın konsulgərisini vuranda, yəni İranı vurdu. Yəni İranın Xameneyin evi kimi. Yəni fikir ki, Vizarət Xaricəni vurubdu da, İranın Vizarət Xaricəsini vurubdu. Yəni əmələn indi İsrail İranı savaş elan edibdi. Mən səndən savaşıram. Elan cəng. İndi İran... Ama İsrail'in diyeceksin hiçbir memleketin elçiliğini veya konsolluğunu vurmadı. Ama İran... Yok. O demek ki İran'a hava... İran beynəlməl hüquqları bilmir. İran həm öz içində... Bilmir yok. Umurunda değil. Yəni özün lotu bilir də, biləsiz yox deyir. Bəlkə lotu deyil. Onlar ki ağıllıdılar. Bizim Təbrizdə gözəl məsələlər var. Qoyun bu məsələlərdən birini deyim. Deyir ki, şəhərdə bir lot var idi, lotu. Bu piçaqsat təkirdi. Gedirdi məsələn bir nəfər ki xiyabanda gedirdi xanımısı ilə, nişanlısı ilə filan. Bunlara üz istəyirəm, əl atırdı. Daldan öcəşir. Deyir ki, bir dənə hacı da pullu. Geçir xanımısı ilə, bunlar gəlir deyir ki, ona deyirlər ona olmaz, olan o filan kəsdi. Deyir, yox mənə məsul deyil. Gedir, bunun xanımısına əl atır, öcəşir. Xanım deyir ki, bu mənə əl atdı. Cibindən çıxadır, ona bir pul verir. O zaman məsələn ki, məşrutə dövründə 10 tümən buna pul verir. İndi məsələn 10 milyon. Buna pul verir. Deyirlər ki, hacı o sənin xanımına əl atdı, sən buna 10 tümən də verdin. Dedi, o onun qanının puludur. Onu öldürəcəklər axindi. Qanının pulu verir. İndi İran da o qanının pulunu verirlər. Dinmirlər. Məsələn, İsrail də dinmədi. Amerika da dinmədi. Fransa'nın da sifarəti dinmədi. İngilistanın sifarəti, Ərəbistanın. Hamısı həmlə elədi öz içində. Və hətta o birisi məmləkətlərdə. Həmlə elədi. Heç kəs dinmədi ki, baba qoy, görək bu dəli harda duracaqdı. Amma indi İsrail onu vurubdu. Birinci dəfə İsrail İranın öz torpağın, yəni dünənəcə əllərini vururdu. Filistində, Lübnanda, Suriyədə İranın adamlarını vururdu. Qrupları şuna bağlıdır, onları vururdu. İndi amma düz özün Vizarət Xaricəni vurdu. İranın Tehranda Vizarət Xaricənin mərkəzi ilə fərqi yoxdur ki, Suriyədəki vurduğu... Hassas bir zamanda vurubdu. Bunların bu komutanlarının laf belə çoxu orada yığışmışmış. Zamanı çox mühümdür. Hala yeri də mühümdür. Yəni indi baxın, həm Vizarət Xaricəni vurubdu.
Vizarət Xaricənin hər şöbəsi, bunu dostlarımız əgər bilmirlər, bilsinlər. Dostlar, əgər bir dənə məmləkət, bir ayrı məmləkətdə hər neçə dənə torpaq açsa, yəni o dövlətin icazəsi ilə gedə orada bayrağın qozuya, ora onun torpağı olar. Yəni indi məsələn oranı alır, ora İran, ora Suriyə deyir. Suriyənin qanunu orada keçməz. Ora o məmləkətin, İranda məsələn səfirliklər ki vardı, o səfirliklərdə İranın qanunu keçməz. Onun içində, o divarların içində və o divarlarda qanun o dövlətin qanunudur. İndi Amerika dövləti olsun, Fransa dövləti olsun, İngilizistan dövləti olsun, Ərəbistan dövləti olsun, hər yer olur, Rumanı olsun, hər yer olur olsun. İndi İran dövləti həm oranı vurub Oğuz bəy, torpağı, həm də İranı 7 dana ali komitanın vurubdur. 2 il bundan qabaqda şeyi vurmuşdular. Amerikalılar vurmuşlar əlbəttə. O Süleymanini də vurmuşdular. Süleymani'dən bu yüzden elə öldürüblər. Yəni bir dənə əks mən gördüm, 7 nəfər bir yerdə durubdu. Fəqət onlardan biri diri qalır, Oğuz bəy. O da kimdir? O şeylə salıblar. Omallı ilə. Lübnanın Lübnanın Mollası ilə. Hizbullahın şeyinə, bəli, siyasi lideri ilə. Onunla salıblar. O fəqət diri qalır o əksdən. O da nə cür olubdur? Mən ehtimal verirəm, mənim şəxsi ehtimalımdır ki, onun tərəfindən gedibdir. Bu məlumat o tərəfdən gedib yetişib İsrailə. İndi İran 2 yerdən vurulubdur. Həm Vizarət Xaricəsi torpağı vurulubdur, həm fərmandehləri ölübdür. Yəni bir dana məmləkətin 7 dana generalı ölmək Oğuz bəy kiçik bir şey deyil. Yəni hər halda onlar generaldılar da. Yəni küçümsənməyək, deməyək ki, bunlar zəif adamıdırlar, bunlar orduda gücləri yox idi, bunlar çox güclü adamdılar, bunlar çox mühüm mövqeyiyyətdədirlər. İran buna cavab verməyə məcburdur. Cavab 2 də bəllidir. O deterans yaratmaq üçün, yəni dünyada belədir. Deterans yaratmaz. Məsələn, Suriyə deterans yarata bilmir. İndi Suriyə yarata bilmir. Mənim sualım sizdən buyurdu. İndi əgər İran cavab versə, bir dana savaşa girəcəklər. İsrail cavab verəcək. Yəni İsrail mümkün müstəqim gəlib bombaran eləyə İranı. Yəni bu vəziyyətdə nə olar? Seçəcək ki, ərz elədim də, Netanyahu istəyir İsraildə seçim olmasın, vəziyyət cəngi olsun və hökumət davam etsin Netanyahu partiyası və bu partiya özünü tutsun və bir tərəfdən də Filistin məsələsini, Haması bir türlü, bir kulli oradan təmizləsin. Heç zaman orada Filistin hakimiyyəti bir devlet olarak, çünkü Hamas orada seçimle iş başına gelmişti. Ve bu da dünyaya kabul olmaz ki orada seçimle olay yani açıkça. Yani öbürü Arap hükümetleri ki demokratik değiller, şahlıktır, ne bileyim antidemokratik, öyle değil. Onlar orada demokrasiyle, seçimle iş başına gelmişler. Şimdi yapıcıdılar, çöktüler, o bizi ilgilendirmez. Her halükarda bu onların nəfinədir. Yani her iki tarafta razıdır yani. İran savaşa ister girsin ya yok. Bu da məsələdir. Yok, yani bir söz, bunun ahiri bütün bahaneler gelip bu yere yetişecek ki bunların bu nükleer şeyler, nüvə silahları ki geliştirirler. Onun belli bir yeri var, bir yer var ki o mərzi geçəndən sonra daha onu gətirib, o qəni sazlıqçı deyirlər, bunu %20'den geçirirsən. Belli bir şey, mən bilirəm əlbəttə neçə kilodur. 70 kilo geçiblər. Gətirib onu gətirirsən, o İranın da zaten onu daşıyıcı füzeləri vardır, balistik füzeləri vardır. Onun üstünə qoyursun və onda İran daha elan edir ki, və ya hətta veyq olaraq, məsələn İsrail kimi ki, rəsmi, Kore'də məsələn o işi gördü da, rəsmi və ya qeyri-rəsmi bir nüvə silahlı məmləkətdir. Bunu istəmir İsrail buraya yetişsin. Ona görə bunların hamısı oraya bizi götürə bilər. Yəni o bölgəni. Ki onları vursun. Yoxsa və ona açıqca həm siyasi olaraq, həm hüquq olaraq bahanə qazansın İsrail devləti. Amerikadan həmən yarı müstəqil siyasi və hüquqi haqq qazansın. Mənim görüşüm budur. Əziz Oqtay bəy, salamlar, saygılar. Salam İnsafəli bəy. Salam əleykum. Salam əleykum. Xoş gördük. Sizə 2-3 dəqiqə zaman veririk. Bizim danışdıqlarımızın və indiyəcən buradakı söyləşi barəsində görüşünüz varsa buyurun. Sağ olun. Mən
bilmirəm, İnsaf Əli bəy görürəm, Sayın Oğuz bəy sizi görmürəm. Üstə qaranlıqdır da, bilmirəm, bəlkə məndə olub ya. Siz danışın, buyurun. Mən də keçən həftə görmürdüm. Bəli, deyəm, yəni izləyicilərimiz də bəlkə o vəziyyətdə. Yox, mən görürəm. Mən görürəm. Mən burada canlı da katılmayanda İnsaf Əli bəy YouTube'da paylaşır bu danışmaları. Ona görə qulaq asaram. Hərdən nə bilən yadımdan çıxar bu canlı deyə. İstərəm orada məsələn bir düyməyə vuram, cavab verəm, görürüm, yoxsa bunu YouTube'a qulaq asıram. Mən bir şey izafə edəcək bir şey yox, sizə qatılıram. Gerçəkdən İsrail bu son özellikle indi bu son olaydan söhbət edirik. Doğrudan əlinə, üzünə bulaşdırdı. Burada həm gerçəkdən o vicdanlı Yəhudilər çox qarşıdırlar buna. Çünki bilirlər ki, bu Yəhudilərin adına yazılacaq və Netanyahu'nun bu cinayətləri bunların adına yazılacaq. Bu çox bunlara da xoş olmayacaq. Yəni bunlar özləri də istəmirlər, vaqəən müxalifdirlər. Bir də elə siyasi Yəhudi siyasi partilər ya insanlar vardı ki, vaqəən deyirlər bu bizim zərərimizə olacaq. Bundan yəni bu yazılır tarixə. Məxsusən bu məsələn 100 il öncə deyil, 50 il öncə deyil ki, məsələn sadəcə rivayət olurdu. İndi canlı videolar var. Sizin biraz öncə buyurduğunuz kimi dəqiqəsinəcə nə ittifaq olub yazılıbdır. Ona görə bu Netanyahu məncə çox belə zərərli şey, faydasından çox. İndi əlbəttə çox şeydə indidən demək olmaz. Bəlkə 20 il sonra bəlli olar, amma çox zərərli şey. Şəxsən İranı da Sayın İnsaf Əli bəy, məncə İran gücü olmaz. Əvvəldə bunu deyim, mən şəxsən düşünürəm ki, İran özü bir siyonisti bir projədir. Özünə görə nədən nəm var? İranda PKK-nı dəstəkləyir, İsraildə filan 100 dənə faktı buna gətirə bilərik. Amma hətta əgər bunu da qəbul eləməsək, deyək, məsələn, müxalifdirlər də, İranın özü də bilir gücü yoxdur İsrailə. İsrailin də Allahındandır ki, bir dənə ayrı bir cibhə başlayır ki, bu Qəzzədəki əlinə, üzünə bulaşdırdığını biraz yuva yıxa ki, ona görə mən fikirləmirəm İran cavab verə. Buradan da verməyibdi, indi də verməyəcək, heç verə bilməz. Cavab verəcək. İran. Bəlkə terror olayları ilə bir miqdar cavab verər. Bir devlet, illa da ki İran kimi güclü devlet bölgədə mütləq deterans yaradar. Necə ki, gördünüz Pakistana qarşı. Deterans yaratmaq yəni budur ki, siz bir iş, ona credibility, inşallah ki, bunun yoldaşlar bilirlər nə deyirəm. Çünki siyasət elmində credibility məsələsi var. Yox, credibility odur ki, sizə həmlə olanda siz mütləq cavab verirsiniz. Orada ona şey var. Buradan cavab verməyib, son 10 ildə elə fəqət hər şeyə cavab vermiş. Məsələn, Suriye'də bu kolaps olmuş. Hem credibility kolaps olmuş, özü bir bəhsidir siyasətdə, hem de şey, deterans. Yani Suriye'ni görürsünüz, öyle hər kəs girir, hər kəsin ordusu orada var. Yani Suriye'də. Və cavab verə bilmir. Ya çünki o sistem kolaps olubdur. Ordusu var, yenə də qırır, cinayət eləyir filan. Ancaq məsələ budur ki, o sistem, o deterans sistemi şey olubdur. Ona İsrail gedir orada, istədiyi şey vurur. Amerika. Zaten orada Amerika geçen 2019'dan neçə il olur? 5 ildir rəsmən Kürtləri gətirib orada neft quyuların qərovulu qoymuş. Orada rəsmən hər gün milyonlar ton nefti oradan oğurlayır, aparır Ağdənizdən və satır. Və Kürtlər də bu işin şeydirlər, qərovuludurlar, yəni nə deyirlər, pedovudurlar. Uşağıdırlar Türkiye'də deyirlər. Amerikan. Yani o Amerikan zaten şey orada. Yani bütün neft yerleri, neft kuyuları Amerikan işgalinde. Şimalında bir bölgesi Türkiye'ye girmiş ki, bu Suriyeliler girmişler orada safe zone, bir sağlıklı bir yer yaratsın ki, orada şey etsinler. O taraftan yani karışık birbirine ve en yaxşı yerlerinde Amerika o DAEŞ'i yarattı ya Amerika. Onun neticesinde, onun ücubatından vermiş Kürtlere ki, Kürtler oranın da yani Türkiye Amerika'nın şeyi değil sözde müttehidi. Kürtlerdiler. Oradan 12.000 kilometre oradan gelmiş buraya ve Kürtleri Suriye'nin en yaşıl
ən yaşıl, coğrafiya baxın lütfən. Lütfən nəqşələrə Bəli, baxın. bəli. Ən yaşıl, ən verimli, ən nefti çox olan yerləri Kürdlər idarə Bölgəli. edirlər. Belə bir yerləri idarə edirlər Kürdlər ki, Kürdlər bölgəyə təqribən 1000 ildir gəliblər İnsaf Əli bəy, Oqtay bəy, əziz yoldaşlar. Təqribən 1000 il, bunların tarixləri təqribən 1000 ildir. Yəni birinci olaraq Kürd yazısı, Kürddən işarə 1600-lərdə yazılıbdır. 1600-lərdə. Ki bir kopidir ki, güya 900 il öncədən olubdur. 1600-lər olur təqribən 500 il öncə. Yəni önəmli deyil məsələ. Önəmli deyil ki, kim, nə zaman gəlmiş. Kürdlər o bölgənin millətidirlər. Ancaq məsələ budur ki, Kürdlərdən hansı Kırmancılar mı? Çünki bunlar da ayrıdır. Bunlar batı bir gətirib hamısını edib Kırmancı. İnşallah. Onu demək istəyirəm ki, Kürdlər belə yuxularındadır, belə 10.000 il bundan öncəki yuxularındadır, görməzlər Suriyanın o gözəl yerlərini. Onlar hamısı əksərən türk torpaqlarıdır və türklər onları 1000 illər abad edib saxlayıblar. Hər halda indi Amerikanın o müttəhidliyinin rücubatında indi Amerika gəlib orada qonşu olub Türkiyə. Qonşu olmayıb, Türkiyəni orada boğur, orada xapalı. Boğur. İstəyirəm, bəhsi şəhət. Oqtay bəy, sözünüz varsa son cümlələrinizi alaq. Fürsətimə bu stüdiyatla sizin bu məsələsini dedi Suriyənin. Suriyədə 400 min Kürd var idi, 20 milyonluq Suriyədə. Təqribən 50-də 1-ə denk gəlir ki, onların da pasportları yox idi, verməmişdi. Nə Hafız Əsəd, Bəşar Əsəd də verməmişdi, dədəsi də verməmişdi. Və deyidilər Əraqdan gəlibsiz. Qolav Qamışlı tərəfindən bu tərəfə ki, zaten adlar da hamısı o coğrafiyada. Bunların hamısının tarixi dəqiqə-dəqiqəsinə günbəgün yazılıbdır. Bəli, yazılıb. İndi istəyirəm onu deyəm, baxın, 50-də 1 olan cəmiyyətə indi Amerika gətirib Suriyənin 3-dən 1-in və ən yaxşı yerin sizin dediyiniz kimi nəfti filanı veribdir və cəlib burasıdır. Bunu da deyim, mən Daişə qarşı həmlə orada mübarizə eləyirlər. Oqtay bəy, lütfən Daişə qarşı eləyirlər. Baxın, bir də cəlib nüqtə də budur ki, bunların bu sözdə Böyük Kürdistan xaritasına özü də lap dünənə məsələn, yəni internetin olduğu zaman 15 illə bundan qabaq bunların Böyük Kürdistanında Türkiyənin yarısı İstanbula can gediblər, o tərəfdən gediblər, bilməm, Basra körfəzinə, Ərəb körfəzinə, hər yer bulanı. Heç bunlar o zaman Suriyədə, o Böyük Kürdistanda yer verməyiblər. Bir qola üstə qoyublar. Çünki o yox idi doğudan da yəni. 400 min nəfər cəmən. İndi bir yollama, bir dənə hədiyyə mecmuənin içində verildi bilələrini, oturublar, iş bəllidə də çıxacaqlar ya yox və etnik cleansinglə böyük güclər bu işi görürlər. Hər kəsin gücü çox olsa istədiyin, hər kəsin gücü çox olar. Mən də elə ona görə deyirəm, biz gərək, biz də gərək, hangi dövlət, hangi millət güclü olursa istədiyin yaradar, istədiyin emal elər. Ayrı bir güc eləyə bilməsə dalı oturur, gələr qabağa. Tutuldu getdi. Oqtay bəy, sizdən təşəkkür edirəm. Çox təşəkkür edirəm. Mən təşəkkür edirəm. Sağ olun. Var olun. Sağ olun. Listənizdəki yoldaşları da çağırın. Oğuz bəy, mən indi bir dənə cümlə ilə buranı qutaraq. Yəni bu bəhsi qutaraq keçək Azərbaycan məsələsinə. Çünki İranlılar onu təhrik edib. O da bu deyil. İndi Xameneyinin qabağında həm bir savaş var, həm də bir iç təmizləmə var. Yəni Xameneyinin bu günləri tamam fərmandehləri bir-bir gedir. Yəni bir gün görəcəyik ki, məsələn mümkün 2 ildən sonra Xameneyinin bir dənə fərmandehi qalmayıb Oğuz bəy. Yəni əsli timsarları, sipahbutları gedir, yəni aradan gedir. Onun üçün qeydib sipah paslarını xüsusən və ittilatı, xarici ittilatı, qutsu filan hamısını gələ təsviyə eləyərlər. Yəni əgər istəyələr ki, ölməyələr, fərmandehləri aradan getməyə, bu böyük liderləri aradan getməyə, gərək kollən o niruları silələr. Amma fikirləmirəm, bu ağlı eləyələr, bunu eləmədikləri üçün böyük başlar gedəcəkdir, qalacaq qoyunlar da bir iş görə bilməzlər. Məncə beləsi olacaq. İndi amma gedək Azərbaycan məsələsinə. Yəni həman məsələni aparsaq Azərbaycana, o nümayəndə kim idi? Siz elə buyurdunuz ki, mənim nəzərimə gəlir Türkdür, Türk kökənlidir bu. Yəni kökü Türkdür bu nümayəndə deyibdi, gedək bizdə indi ki İsrail bizi Suriyədə vurubdu, biz də gedək. 3-4 nəfər deyiblər. Ha,
Onu mən fəqət onu bildim. Ona görə ondan sonra oxumamışam, görməmişəm. Salaq danışmaqdır da, söz Əlbəttə. Hətta biz nümayəndədə salaq deyə bilmərik, siyasətdə salaq deyə bilmərik. Mən demədim salaqdır. Dedim salaq sözlərdir. Amma yəni bir siyasi adam söz salaq. Bir məmləkəti başqa məmləkətdə, başqa özdə o Azərbaycan kimi güclü, Azərbaycan kimi ordusu savaşa hazır, modern savaşlara hazır bir məmləkətə və Azərbaycan kimi çox yaxşı dostları olan bir məmləkətə öyle sözlər deməz, salaqça sözdür da. Axmaqça sözdür. Amma bilirsiniz, bunu ciddidə tutmaq olar. Yəni ciddidə tutmaq olar. Əlbəttə. Mən bunu düşünürdüm ki, məsələn İran istəyə İsraildən intiqam ala, əvvəlcə İsrailin öz torpağında vura. Yox, vurmasa istəyə gələ məsələn fərzən seçə bir zəif bölgədə, zəif bölgəniz bir məmləkəti seçə. Niyə Ermənistanı seçməyibdi, gəlib Ermənistan ki, həm cəmiyyəti 2 milyondur, həm də müttəhidləri məsələn arz edirəm da, deyirəm, niyə onu seçməyiblər, Azərbaycanı seçiblər. Yoldaşımız Alparslan o adamın adını yazıbdı, ancaq onu, tabii ki, o adlar bizdə var, ancaq məsələ budur ki, görürsünüz, Kuçi yazıb adamlar. Bəli, gördüm. Köç eləmiş bölgəyə, Kuçidir. Nümayəndə-i Mərvidər. Yalnız bu deməmiş, başqa adamlar da demiş ehtimal. İstəyirəm bunu ərz eləyəm ki, niyə Ermənistanı deməyiblər, Azərbaycanı deyiblər? Sizdə bu mühümdür. Gürcüstan biraz uzaqdır. Gərək Azərbaycanla Ermənistanın geçəcək ora. Yox da, gərək geçə da, yəni geçə. İki də məmləkətin üstün geçməlidir. Muşəkiləri, fulanları, özləri. Amma niyə məsələn bunu seçməyibdi? Ya məsələn Ərbildə niyə məsələn deməyibdi vuraram, nə bilim. Sual edirsiniz ya şey deyirsiniz. Yəni İran, istəyirəm deyəm ki, yəni İranın varlığı Azərbaycan varlığına tam qarşıdır. Necə ki Türkiyə varlığı. Mən də istirdim oraya yetişək. Mən də istirdim buraya yetişəkdir. Yəni bu suallar ora aparırdı ki, İran özün Azərbaycana qarşı istir tərif eləyə. Türkiyə qarşı. Məncə bəlkə, yəni Ağay Kuci və ona taylar, məncə Xameneyi buradan başlamalıdır İsrailin tərəfdar casusları kimdir? Onları buradan başlayıb seçməlidir, yığmalıdır, təsfiyə eləməlidir, hətta edam eləməlidir. Çünki onlar istəyirlər bir dənə ayrı İsraili dost görsədib, yəni İsraili vurmayaq, o dost, Azərbaycanı düşmən görsədib, yeni bir cibhə atarlar İranın qabağına. O cürdür da. Əlbəttə, Xameneyin adına səbt olunmasın bu. İran dövlətçiliyi qurulandan bu yana, İran Fars eşqalçı sistem qurulandan bu yana, Rıza Pəhləvdən bu yana, İran dövlətçiliyinin, yəni bütün sistemin ən böyük bəlli etdiyi təhlükəsi. Düşmənçilik? Təhlükəsi, öyle deyək, doğrusu budur. Təhlükəsi Azərbaycandır və Azərbaycandır. Yoxsa bunlar uçaqlarla getdilər, Kürdistanı da o zaman bombardıman elədilər. Elə İranı F-5'lərlə, F-6'lərlə. Bəluchistanı bilirsiniz, dəfələrcə bunlar gedib bombardıman elədilər. Qətlam eləyiblər hər yer. Amma bunların problemi Azərbaycandır. Ən böyük İran dövlətçiliyinin, bunu mən dəfələrcə təkrar etmişəm. Özü fəqət belə yox, yəni uzun danışıqlarla, uzun sənədlərlə ki, bu İran düşüncəsi Azərbaycan düşüncəsinin önündə durur bölgədə. Azərbaycan varsa həmin İran yoxdur. İran parçalanır, kollaps olur. Yəni, doğrudur. Çökür. İran varsa, güclü İran, büyük İran varsa görürsünüz ki, açıqca Azərbaycanı hətta dövlətin içində adamlar var ki, dövləti Baku. Baku. Tabii bəzən belə deyilir, bəzən məmləkətin başkenti, məmləkətin bütün adını yerinə deyilir. Amma hər kəs bunların o muziyana İran dövlətçiliyinin, o Fars faşizminin qoxu, o çirkin qoxusu bunların danışıqlarından gəlir. Oğuz bəy, xəbərnigarı ədəbiyyatda və siyasi ədəbiyyatda paytaxt məmləkət yerini işlənməz. Deyir ki, məsələn, Tehran Qoft, baxın, Tehran Qoft, burada siyasət. Dünyada işlənilir. Ona verirəm. Bu Tehran dediyi, yəni ki, siyasi. Amma Cumhuriyyət Tehran deməzlər.
O da deyirəm də, o faşizmin çirkin və qoxuyan şeydir də, tərəfidir ki, bir türlü qəbul etmir. Çünki bütün İran söyləmi Azərbaycan söyləminə qarşıdır. Biri varsa həqiqətən biz o erada yaşayırıq. Biz o zamanda yaşayırıq Səbəli bəy. Ki bunun bu, yəni bəlli olur ki, bunun hansı qalacaqdır? Azərbaycan mı qalacaqdır? Azərbaycan varlığı. İran qalacaq. Azərbaycan Cumhuriyyətini demirəm. Bəli. Azərbaycan Cumhuriyyətini demirəm. Azərbaycan bir söyləm olaraq, bir varlıq olaraq. Azərbaycan mı qalacaq bölgədə, İran? Ya İran. Biz bunun savaşını və millət olaraq, o sistem olaraqdır. Və millət olaraq Türk mü, Fars mı? Çünki Farslar çox azınlıqdaydılar 1910'larda. İndi özləri çoxunluq edirlər və güya Türklər, güya Azərilər ayrı yerdən köçmədi buna. Azlıqda, düzdür. Yəni oğru doğruyu danlayır. Doğru. İndi hər halda biz görürük, əlbəttə siz ki, burada Xameneyin adına yazmayaq, dəqiqən Xameneyin adına yazmalıyıq. Çünki vilayət-i mütləqə fəqih dediniz ki, yap başda oturubdur. Bu Azərbaycan düşmançılığı onun inisarında deyil deyirəm. Məncə əslən İranda, baxın bir dənə quzarış yayıldı ki, Xameneyi bu böyük nümayəndələr məclisdə, nə bilim, fərmandehlər, hər kəs ki, böyük müdiriyyətləri, bunların hamısının evinə şunut qoyublar. Və bunlar hər gün bunların bəziləri ki, bəzi ciddi sözlər danışırlar, bunlar axır gecə yatanda saat 11 ilə 12 arası buna bir quzarış gəlir. Geçən 24 saatda filan kəs bu sözü dedi deyə. Yəni deyəsiniz ki, bu günləri İranda bir şey geçir, bu adam bilmir, hətmən bilir. Çünki o gün deməlidir, biz Həsəni tutduq, Hüseyni tutduq, filan kəsi tutduq. Yəni bizim indi Azərbaycanda siyasilər tutulur da, mədənilər tutulur, hüquqçular tutulur, dilçilər tutulur. Bunların hamısının quzarışı gedir Xameneyə. Çünki bunlar əksləməli yaracaq toplumda. Ondan icazə almalıdırlar ki, biz bunu neynəməliyik. Bu bir. İki, əgər bir nümayəndə istir gəlsin, danışsın, vizarət xaricində, bax, qətiyyən bir yerdən dəstur alıb ki, sən bunu deyil. Niyə indi bunu deyirlər? Mənim nəzərimdən 2 dənə dəlil var, Oğuz bəy. Bir bu ki, içəridə bir cibhə yaratsınlar, bu İsrail savaşı yaddan çıxsın. Yəni, Güney Azərbaycanlılar ki, İranda, Türklər ki, İranda əksəriyyət mütləqlədilər deyə bilirlər. Bunlar həyəcana gəlsələr, ehsasat görsəsələr, Azərbaycan Cumhuriyyəti oradan, Türkiyə oradan, çünki bu Azərbaycanla Türkiyə bir məmləkət, 2 məmləkət deyə bilmərik daha ora. Çünki bir dənə nizami, siyasi, iqtisadi, fərhəngi, hər sahədən bir müqavilələr var. Bir dənə iş görürlər. Hər şeyləri, hər ordu bir ordudur, iş ordu yoxdur orada. Yəni biz bundan danışa bilmərik. Amma o zaman ki bunu deyir, məncə istəyirlər ki, Türklər bir əksül əməl görsəsinlər. İran bunu itirsin. Yəni Türklərin səsinin içində gəlsin İsrail savaşını itirsin. Birinci dəlil məncə budur. İkinci dəlil Türk o bilə ya bilməyə Türk-Fars savaşını ciddiləşdirməkdir. Yəni oradan bir cibhə açmaqdır. Hətta mənim nəzərimə bəlkə bir cibhə açaq buradan, Azərbaycanı vuraq, bir cibhə açaq buradan, bir cibhə oradan, İran yıxılsın. Yəni İsrailin o içəridəki adamları belə bir böyük bir gözəl nəqşədir. Məncə çox gözəl nəqşədir. Ki, İsraillə bir tərəfdən başlayaq, istər-istəməz məsələn 2 dənə fərmandehə deyirlər, 4 dənə Muşək Gürcündən Tel Avivə. Onu vurdu Tel Avivə, İsrail İranı bombardıman elə. Buradan da Azərbaycana da 2 dənə atın, Azərbaycan və Türkiyə ilə də giraq savaşa, onda görərsiniz ki, İran qaldı 2 dənə məncələrin arasında. Ya gərək hər şeyi təslim eləyə, ya da savaşaq. Yəni ayrı bir yeri olmaz. Və hər ikisində də İran buradan, yəni mənim nəzərimə gəlir ki, İsrail bərəndə olar. Amma indi İran... Mənim o şeyim buydu da, nə deyirlər, öngörüm, pişbinim buydu ki, sizin sualınıza qarşı, onu istəyirəm bir də deyəm belə burada sizin sözünüzün kəsimində, ki, bunun sonu oraya yetişər ki, əgər, yəni, böyük, hər şey ola bilər də, mənim önümdə bir kristal bir top yoxdur ki, görəm nə olur. Amma mənə görə bunun axırı İsrail dövlətinə həm hüquqi, həm siyasi haqq qazandırar ki, İranın nüvə gəlişdirmə yerlərini rəsmən, yəni uçaqlarından... Ordusal da. Amma da şəhər vurmaq, siz buyurdunuz Tilavi, şəhər vurmaq falan yox. Mən fikirəm bunu orada dayandırmaq İsrail dövlətinin mənfəətinədir. İran dövləti bir türlü. Bu məxməsə bitər bir türlü. Bilmirəm.
əgər əlbəttə nə deyirlər, İran cavab verməsə, yəni onlar nükleer atom mərkəzlərini vursalar ki, ya ona siz də buyurdunuz, mən də nəzərimə gəlir ki, hədəf sonunda odur ki, onlar aradan gedir. İsrail'e hedef budur. Ne İsrail ne İran'da devlet değiştirmek istiyor, hakimiyet değiştirmek istiyor. Yo, doğrudur. İsrail ne istiyor ki İran'da Güney Azerbaycan bağımsızlığa yetişsin, Beluçistan bağımlılığa, bunları bilin ve agah olun. İstəmir. Çünkü İsrail devletinin milli menfaatleri böyle təyin ve təyin olunur ki, en büyük İsrail'e birinci tehlike İran'da gelişen nüve silahlarıdır. Nüve enerjisi yok, nüve silahlarıdır. Ki Xamenei de bunu defalarca demiş ki, onun kullanmasını bir haramdır, kullanmasını aslında təyid eləmir. Hatta fetva kimin. Ancaq heç vaxt onu düzəltməsini demir. Ona göre bunları o düzəldəcəklər. Halbuki kullanmasını kimse kullanamaz ki. Pakistan'ın önünde neçildi var idi, kullanmamış. Rusya'nın önünde neçildi var idi, kullanmamış. Yalnız bir memleket kullanmış, o da istihbari cahildir. Amerikadır. Yox. İndi Azərbaycan Cumhuriyyətinə bu oxu Azərbaycan Cumhuriyyətinə tərəf tutmaq məncə bir türk düşmanlığın ciddi halətə göstərməkdir. Tabii. Bir ayrı bir cibhə yaratmaqdır. Azərbaycan Cumhuriyyətindən də yaxşı cavablar gəlibdi. Çox gözəl cavablar veriblər. İstərsiniz yəni məsələn onlardan biri deyibdi ki, niyə bizi vurursunuz? Yəni siz fikirsiz biz zəif məmləkətlik istəyirsiniz bizi vurasınız. Yəni sizin nəzərinizdə biz çox zəifik. Biz İran devleti, İran ordusu Azərbaycanı hər halükarda bir dənə füzəylə, 10 dənə vursa hər nəylə. Mən fikir edirəm o İran, o şey ki biz onu İran tanıyırıq, Rıza Pəhləvinin 1938-dən fikir edirəm. 38-dən bu yana Rıza Pəhləvi ki, buranın məmləkətin adı İrandır da. 1313-də bəyaniyəsi, 14-də də. Mən 1900 dedim. Yəni o Rıza Pəhləvidən bu yana ki, o Qacar hökuməti çöktü, ondan sonra o İran ki düzəldi, hər dünyada nə İran tanınır, ondan sonra İran milləti, İran, aynen bunlarla Məhəmməd Şah da ki bunu qaldırdı, cəşnihayı 9500. O idea kollaps olar. O idea çökər. Yani o biter. O İran daha o İran olmaz. İndi Azerbaycan'ı çıksan, Güney Azerbaycan'ı çıksan ya, da o İran'da o kök, o cirk, o güc durmaz, yıxılar, xeyr, yıxılar. Odur mesela, o demək istəyirəm. Yani ne Kürdistan başka mesela, Əlahvaz başka mesela, Xorasan başka mesela, orada Türkmenler var, Bəluç var. Ama her halde o İran olar hemen şeyi ki benim babam deyərdi ve babam da Farsistan. O gedəndə o tərəfə deyədi Farsistan'a gedirəm. Və mən bunu anlamazdım. O zaman bilmez. Sonra gördüm ki yok hele bu siyasi bir termidir ki doğrudan o taraf Farsistan'dı, bu tarafta Türkistan'dı. Bu tarafta Azerbaycan. Herhalde İran, biz bunu bilirik, siz bilirsiniz ve bunu çok təhlilçilər bilirler ve bunu İran devletinde çok güçlü ve çok yaxşı təhlilçiləri var. Ve bunu bilirler. Ki Azerbaycan. Oğuz Bey, bu neçə gündə neçə gündür görürük ki Azerbaycan ordusunda da bir hərəkət var. Yani bunu da görürük. Başladı, İsrail Hamada başladı. Hamada başladı bölgede gözleriyle görürük. Mənim özümün şəxsi təhlilim buydu ki, İsrail oranı vurmadan öncə o Azərbaycana və dövrədəki məmləkətlərə deyib ki, mən vuracağam. Siz hazırlığınız olun. Bunların dəlilliklərindən başlatmaq olmaz. Amerikaya uçaq yox ya, İnsaf Əli bəy. Və bəhsi bunu bitirək bu bəhsi. İsrail bəhsi uzun çəkdi. Uçaqlar Azərbaycanı danışırıq. F-35 uçaqlar göydə olanda Amerikaya deyiblər bunlar. Netanyahu hakimiyyəti o qədər yaramazdı. Ərz edir. Və indi göydəymişlər. Göydə uçaq, əlbəttə bəlkə Amerika bilirmiş Amerikanın məsələlərində. Ancaq bunların rəsmi olaraq deməyə ki biz gedirik filan yeri vura. Uçaqlar göydəymişlər. Bu deyilən budur. Olabilir, yanlışdır. Amma Azərbaycan ordusunun hərəkəti, hətta Ermənistanın da bəzi cibhələrdə görülür hərəkəti vardı. Bu da bir məsələdir. Yəni mən əvvəldə o bombaranın xəbərim yox idi ki, yəni Muşəşlə vurublar İranlılar orada kutlet olublar. Burada kutlet ədəbiyyat çox yayılıbdı. Biz o ədəbiyyat işlətmirik. Onlar onu deyirəm çox yayılıbdı. Onlar vurdular bir yol.
o ondan öncə Azərbaycan ordusu hərəkətə keçmişdi. Hazırlıqda, %100 hazırlıqda muşeklər filanlar, videolar, zatlar da yayıldı hərəkətindən. İran Amerikanın teknolojisini hədiyyə verdiyi SİHA'larla İLAT'ı vurmuşdu. İLAT İsrail'in içinde. İLAT. Bilirsiniz İLAT şehirdir. Yani onu ne dersiniz? Çünkü hamı deyir ki bütün mesele öyle siz de öyle başladınız. İsrail konsolosluğunu vurandan sonra başlıyor. Öyle değil. Bunlar ondan önce İLAT vurmuşlar. SİHA'yla. O onun cevabı. Yok, benim haberim yok idi. Benim haberim yok idi. Ondan siz bakarsınız. Bu onun cevabındadır. Ancak zamanlaması acayip bir zamanlamadır. Ki adamlar da oradaymışlar. Her halükarda. Her halde Azerbaycan'dan da geçsek eğer, yani Azerbaycan'da kalak geçmiyor. Azerbaycan'da geçen İsrail meselesinde. Hayır, Azerbaycan'la bu gəziyənin, yani indi Azerbaycan'da İran her halde bir ultimatum veribdir. İndi bunu biz Vizarət Xaricə verməyibdi, ordu verməyibdi. Bəli, bir dənə nümayəndə ki onu deyibdi. O da dedim, öz ağzından deməyibdi. Yuxudan durun, gedim, mən bir burada möcüzə eləyim deyim. Bu cür deyil. Təsadüfi yoxdur öyle şey. Əsas siyasətdə təsadüfi olmaz. Siyasətdə hətta məsələn 10-cu rütbə aşağıda, 10-cu aşağıda rütbə də danışsa desəcə bir şey, qətən üstdən silsilə məratibi ilə deyilib ki, sən bu işi gör günə. Bir fəzanı, bir atmosferi biz ölçək, bir görək nə var, nə yox. Havanı şey etmir, nəbzini almaq. Bəli, bir havanı ölçək görək, burada Azərbaycanlılar nə edəcəklər, o Azərbaycan nə edir, bu Azərbaycan Türkiyə nə edir, filan bəhmə, bunların hamısı önəmlidir. İttifaqa necə diqqət eləsəz, Türkiyədə seçkilərə saldılar bu şeyi ki, bu Azərbaycana biz vurarıq filan. O zamanda dedilər ki, yəni Türkiyə əksləmə göstərməsin. Reaksiya olmasın. Çünki orada baş ələfə ilə bu şeylərə, o da cəlib məsələdir. Bəlkə ona da vaxtımız yetsə danışaq. Amma indi Azərbaycanda qaltaq, əgər oradan çıxmasaq o mövzudan, əgər sizin sözünüz varsa o haqda istəyirsiniz bir. Buyurun. Tamam, onda gedək o Azərbaycanda bir xanım jurnalist, xəbərnigar, televizyon xəbərnigarı getdi İranın Azərbaycan Cumhuriyyətindəki səfarətində Abbas Musəvi orada olan səfir ilə, yəni dövlətin Vizarət Xaricənin oradakı vəziri ilə demək olar, vəzir muxtar deyirdilər qədimlərdə də. Qədim vəzir muxtar deyirlər. Bəli. Onunla görüşdü, ondan bir müsahibə aldı. Müsahibədə 15-16 dəqiqəlik bir müsahibədir. Yəni şey deyil. Və cəlib budur. Orada bu xəbərnigardan bir neçə sual soruşdu. Xəbərnigar neçə sual soruşdu bu səfirdən və səfir cavab verə bilmədi. Səfirin də çox ömrün demək olar Vizarət Xaricində və səfirliklərdə keçir. İzni yoxdur cavab verə, yoxsa? Yox, həm izni yoxdur, həm də çox nə desin. Yəni deyir ki, məsələn türklərin niyə mədrəsəsi yoxdur? O gerçəyi bilir. Mənə görə o gerçəyi bilir. O durub öz başı gedir. Elə başı getdi. Başını vurdular. Yox, doğrudan başı gedər. İndi feylən hələ o adam fəqət soruşdu ki, niyə 40 milyon adam, hər nə qədər, deyək 10 milyon adamın niyə bir mədrəsəsi yoxdur? Dedim, mənim cavabım var, amma deyəmirəm, qalsın. O deyirəm, bəs qorxur, başından qorxur. Nə oldu? Onu bilafasilə götürdülər Oğuz bəy. Televizyondan yayılandan sonra şeyindən qalırdı vəzifəsində. Vəziyyətindən qalırdı. İndi nəzərinizə burada nə geçir? Yəni indi burada da bir şey var. Orada bir xəbərnigar bir sual soruşubdu. Onun arkasından həm səfir çağırılıb, həm Azərbaycan təhdidi olubdu. Siz bunu bir-birinə görürsünüz. Yəni o Azərbaycan Cumhuriyyəti düzəlindən bu yana İran hər zaman Azərbaycanın destabil olmasına, yəni o qarışıqlıq, istiqrarının az olmasına, istiqrarsızlanmasına yardımcı olubdur. Ermənistana yardımındandır, rəy verməkləri iləndir, hər yerdə. Və bilirsiniz ki, hər kəsə salamlar, saygılar. Orada yoldaşlar bizə adını salamlayırlar. Aleyküm salam dostumuz Səyid bəy. Yoldaşlar öz listelərində hər kəs var, onları çağırsınlar ki, daha çox insanlar canlı olaraq yararlana bilsinlər. Sonra da ki, təbii yayılacaqdır. Azərbaycan, bunu demişik, İran dövlətinin ən faal siyasət bölümü Azərbaycana qarşıdır. Çünki İranın varlığını, bütünlüyünü, təmamiyyət ərzini təhdid edən ən böyük məsələ Azərbaycandır. Türkiyə deyil, Türkmənistan deyil, Pakistan deyil,
xəritəyə baxın lütfən. Güney Azərbaycan bir bombadır orada patlamağa hazır. Bir barut bombası. Hər gündə cavan nəsil, güclü, bilgili, interneti nə qədər də bağlasalar, interneti nə qədər də hızını alsalar, yəni bunun önünü, bilginin önünü ala bilmirlər. Alamırlar. Yəni 44 ildir və Azərbaycan Cumhuriyyəti qurulandan bu yana 32 ildir, 33 ildir. Yəni bunun önü alınmaz. Bu bir dənə düşünün ki, orada elə o yığışır bir-birinin üstünə təsadüfi. Güney Azərbaycan bu vəziyyətdə belə qalmaz. Siz indi böyle olup şimdi cavanlar tabii otururlar bir şey de okuyorlar, bir şey de dinleyirler. İndi de mesela bizim programımızı dinleyirler ben görürüm. Ben cavan kesim var burada. Ama kliplere de bakırlar. 5 saniyelik, 20 saniyelik kliplerde. O tarafta Azerbaycan bayrağıyla gəzir sınırın, Xudaferinin. Bu tarafta da Azerbaycan bayrağıyla. Doğru. Çünkü Azerbaycan bir tane bayrağı var. Bir bayrak olur da 50 tane bayrak olmaz ki bu Göztepek nedir? Özünü deyir Azərbaycan Milli Hərəkətin rəhbəri falan götürüb bir dənə xətkeş çəkib, bir zaviyə çəkib, bir dənə müsəlləs çəkib, bir dənə zuzənəqə çəkib bayraq düzəltib. O hizbilərin bayraqları bizə rəbti yoxdur. Hizbin bayrağı. Partilər Amma o Azərbaycan bayrağı deyil. O hizbin Xeyr, bayrağı. Azərbaycan bayrağı. Azərbaycan bayrağı o deyil. Hər halda Azərbaycan bir dənə bayrağı. O bayrağı iki tərəfdə də görünür. Bunun klipləri var elə bu həftə. O tərəfdən Sayın İnsaf Əli bəy 120 min nəfər stadyumlarda. Bəli. Adam görəndə bilmir neynəsin. Yəni həqiqətən adam öz dərisinə sığınmır. Bu qədər insan və bunlar və maalesef və çox da üzüntü ilə deyirəm ki, bunlar gələn dəfə, bunu danışmışıq, 50 dəfə də demişik, 50 min dəfə demişik. Bunlar bacılarını, analarını, xanımlarını, qızlarını, qız yoldaşlarını və qızlar onların əllərini yapışsınlar, erkeklərin. Yəni bu bir erkek programı olmasın. Güney Azərbaycanın və Türk'ün öyle erkeği kadını olmaz. Yani siz düşünün 120 bin nəfər orada Azərbaycan bayrağıyla, Türk bayrağıyla, Türkiye bayrağıyla ve bozkurt işareleriyle ve istiklal şuarlarıyla oranı titredir, yer titreyir. O Nizami'nin bir şehri var. Nizami'nin bir şehri var. Deyir ki Türkler ordudakiler Nizami var ya, Nizami Gəncəli Nizami. Deyir yer sallanırdı deyir Türk ordusu hərəkətliyində. İndi o stadyum doğrudan yer sallanır bunlar şuar verəndə. Oğuz bəy, mən özümdən biraz deyim. Mən əslində futbolu sevmərəm. Baxmaram. Amma dünənləri mən bunu gördüm. Mən dünənləri bunun o klipləri gördüm. Olan 120 min nəfər dağlarda belə. Qızlar dəmirdən aşır bəzisi. Budur ki, 120 min dənə də qız var onun yanında. Qızlar da gəliblər biraz. Təbii ki. Ana var onda. Oldu yani 240. Yani burada biz yarım milyondan elə fəqət bu traktora görə danışırıq hala. İndi baxın, bunu mən orada o adamlar şuar verirlər. Qoyuqları, piləcəklər, türkçəsi piləcəkli, yox türkçəsi. Sonrası qoyuq. Biz qoyuq deyərik. Biz də qoyuq. Biz kətdə piləcək. Bu plastik, şeydə, Oğuz bəy, bu qədim ki, plastikdən hələ çıxmamışdı, adı qoyuqsat yox idi. Heyvanın... Qoyunun qovuğundan düzəldərdilər. Onun adı piləcək idi. Yox, biz ona piləcək deyərdik. Öyle qoyunun qovuğun məsanəsidir də, qovuğ. Bəli. Onu kəsəndə, onu qurudarlar, pülərlər, ona qovuq deyərlər. Yox, biz də ona piləcək deyərik. Piləcək. O piləcəkləri götürmüşlər qırmızı, bir nəfər götürmüşlər ayrı rəng. Bəlli olurdu ki, ayrı rəngdir. Yəni, diqqət verin, mən əslində təəccüb elədim. Sonra homba əlində yandırmışdı. O, nə mənə deyirlər, firework burada deyirik, bilmirəm indi bunun türkçəsi, farsçası nədir? Yox, əlində yandırıblar, duman götürüb dünyanı çizgi götürüb. Yazılarda da əski türk alfabeləri işlənir, Orxun alfabeləri. Gözəl belə, əslən, ağa bir... Mən onu, Oğuz bəy, indi mən onu nə cür təhlil edirəm? Yəni, o futbalı nə cür təhlil elədim?
Mən çox doğrudan dərimə yerləşmədim. Bu bir siyasi hərəkətdir. Mən deyirəm də bu futbol təhlili deyil. Xeyr, futbol qutulub gedibdi. Amma orada mən onu cavab gördüm Tehrana. Mən Tehrana cavab gördüm onu. Mən onu Azərbaycanın təhdidinə cavab gördüm. Mən onu Türklər biz hazırıq cavab gördüm. Yəni Azərbaycan ordusu, axı mən belə gördüm. O tayda Azərbaycan ordusu hazır, kamil %100 amade halında, savaş halında, savaşa hazır yəni, savaş halında yox. Bu tərəfdə də 120 min nəfər gedib orada dağlarda biz yaşasın Azərbaycan, kör olsun Azərbaycanı istəməyən milli hökumət, yəni şüarlara baxırsınız, qan gəlir bədən adam. Adam dərsinə sığınmır da. Hər halda mən deyirəm üzücü yanı hər şeyin biz üçün təhlil edirik. Təhlil incəliyirik məsələn. Təhlil budur ki, gələn dəfə Kaş xanımlar da gəlir. Oktay yazmış ki, bərabərə qaldılar, müsahibə oldular. Amma onlar uddular. Onlar udmaq hesab olur. Çünki müsabiqə o qonaq udar. O turnimentdə onlar qazanır. Yox, yerdə. Yer sahibi, əgər müsahibi olsalar, yer sahibi uduzar. Yer sahibi istəyər ki, şey olar, cəhət bir gol vurayıq olmasa. Bizdə futbol... Amma biz burada udduq. Yəni biz burada udduq. Yəni biz burada bərabər qalmadıq. Biz udduq. Bizi orada 125 min nəfər, 130 min nəfər adam gəldi. Orada Azərbaycanı səslədik. Orada Farsa ümumi olsunu dedilər. 200 min nəfərlik stadion istəyirik biz. Yəni millət... Buna cavabım var bu sözə. Oğuz bəy, bunu da deyim, bəs buyurun. Bir nəfər də yazmışdı ki, biz gələn dəfədən istodiyoma getməyək. Əslən içəriyə bilet almayaq, pul veririk. Mənim cavabımı siz dediniz. Buyurun bəs onda. Yox, dediniz də. Yox, buyurun. Yox, odur da. Məsələ odur. Məsələ odur ki, Azərbaycan sizin stadiomunuzdur. O küçələr, o xiyabanlar, şəhər sizin stadiomunuzdur. Hətmən gərək bir yerə bir məvud, bir yerə adam yığışa sözünü deyə. Amma gənə də incələməyə gəlsə, bunu dəyərləndirməyə gəlsə, mən gənə də hər zaman deyəcəyəm, ta bu iş olana qədər. Musa Babakan, İnsaf Əli bəy mənim qonağım deyil. İnsaf Əli bəy ev sahibidir. Sağ olun, təşəkkür edirəm. Farsça yazmış ki, qoy qonaq danışsın deyə. Oğuz bəy, dostlardan soruşaq görək ki, ortalama bilet neçədir? Mən istəyirəm hesablayam ki, məsələn, orada deyək ki, məsələn... Mən gələyəm və bilet pulu ola. Xeyr, bilet pulundan deyil, müftədəyir ora getmək. Ora pul veririk, gedirik. Onu mən istəyirəm hesablayam ki, məsələn, 80 min nəfər ora adam getsə, bilet alsa, hərəsi, məsələn, 50 mindən yuxarı olacaq, qətən. Deyək ki, 10 min veriblər. Mən qoyurum 10 min veriblər, bilet alıblar. Qoy biz sözümüzü deyək, indi yazarlar. 800 milyon pul elə, wow. Traktorun bu çox kompleks bir məsələdir, traktorun sahibi, ownership. 10 mindən hesablayanda Oğuz bəy, 10 mindən hesablayanda ki, 10 minə əslən bilet verməzlər, mən inanmıram. Amma dostlarım onlar ki, bilirlər qiymət neçədir, yazsınlar. 80 min nəfəri hesablayanda 800 milyon pul edir. 1 milyar. 1 milyara ya. 1 milyar. Yəni 1 milyarda aşağı. Qətən 1 milyarda aşağı. Yəni 1 milyarda aşağı. Hər halda mən yenə də dedim bunu, ta bu iş olanacan biz deyəcəyik bunu. Güney Azərbaycan aydınları bunu deməlidirlər. Güney Azərbaycan sevənlər bunu deməlidirlər ki, bu hərəkət belə, yəni belə kör və erkək gedəməz. Hər yerdə, yəni bunu bilin. Bunun sırrı budur, əzizlər. İnanın. Vallahi, billahi bunun sırrı budur ki, o zaman ki siz qız yoldaşınız sizin əlinizi və ya xanımınızı, ananızı, bacınızı və ya onlar sizin əlinizi yapışdılar. Evladınızı. Qızınızı dedim də eyləmə getdiniz. Bu bir eyləmdir. Yəni, eyləm yəni bir iş görmək, bir işi eyləmək. İndi bunu stadyuma getmək bir eyləmdir. Xiyabana çıxmaq bir eyləmdir. Bax gördün deyirəm bu şeydir. Bedavadır. Rayqan yazıb orada yoldaşımız. Bedavadır. Hətmən. İnanmıram mən. Yəni, təmrin belə pulla da ora getmək. Təmrin pulla. Hər halda. Yazıb ki, Zinuzi, bu Zinuzi bu şeyim onun sahibidir da. Bəli. O bedava eləmişmiş.
Özü bedava eləyibdi. Sağ ol. Yəni amma böyük yəni puldur. Yəni Özünü asacıklar da öyləsə. Eğer bu istatistik inanın. yox, Yani yox. bu mesele. Çünkü bu yani her şey bahane olabilir istiklala. İnanın. Bəli. Her şey. Her şeyle bir yerden başlar. Şeyin Tunes İnqilabı. sözde hani siz değilsiniz inkılap. Biz inkılap demirim onlara. Kalsın bu da o muhalif olduğumuz bahslerin yanında. Bəhslərdən biri inqilab məsələsi, doğrudur. Tunes'te onun aslında adı bilirsiniz nedir? Facebook Revolution. Onun adı Facebook İnkılabı. Bilirsiniz. Tunes'te olan sözde bahar, Arap baharı ki oldu. O bir nefer adam gibi bir bakkal idi, çarp üstünde şey satan idi. Çarp üstünde satan. Daşqada meyvə satırdı. Özünü galiba intihar etmişti, ben demek istemiyorum. Ve oradan başladı. Yani bir kıvılcım, bir cirikka o cür olur. Bangladeş'e ki her il 50 defa danışmışıq. Çünkü Pakistan dedi ki sen urdu işletmelisin, urdu deyik. Ben adama bak, ben özüm, dilim var. Bengalam. Benim dilim var. Benim dilimi pişik yiyipti, benim dilimi it yiyipti mesela. Mesela Fars'tan, ben de Türkçe. Oradan başladı. Güney Azerbaycan'da hazırdı ve hazırlanır her adım hazırlanır özünü idarelemeye. Her şey olabilir bahane. Futbol da olabilir. Yarın bu meişet meselesi ki bahalık o kadardı ki arz elədim bunu diyende ben şimdi duygulanırım. Adam uşağından bir erkek, bir kadın, bir ana, bir ata uşağından utanır onun medresesine bir şey almağa, onun xərcinə, yeməyinə, geyinişinə, yaxşı geyinsin ki uşaq sevir medresede o bir uşaqlarla rəqabət eləsin, mən yaxşı giyinmişəm, şey olur da bu cür. Və bu sıxır, hətta bunun danışığı məni duygulandırar və sıxar. Hər şey, ona görə deyirəm, əgər bu cür olsa və bu məsələlərin birində elə bu 120 nefer, 120 bin bacısıyla, bacılarıyla, hanımısıyla, anasıyla, bacısıyla gəlsələr, veya onlar bunların elinden yapışsalar, gətirsələr və bir tane güzel şehir var, o çal aşık çal sazı səsləndir, amandı yuxu aldı gözümü. Onun axir beyti budur ki, sübh namazını qılalar və bəhsi tamam eləyələr. Onun şeyi budur ki, hani Səttarxan eli, onun her bir famili durup gelsinler diye sübh namazını kılsınlar, bahsi tamam etsinler. Deyirəm elə bu futbol meselelerinden, bu 100 bin nefer yarışmalardan, bu Babeş Kalesi'ne meselelerdi. Her mesele, her bahane, geçim meselesi, her bahaneden olabilir ve sübh namazını kılıp bahsi tamam eləyebilirler. Yani çünkü hiç göremezler. Bak hesap var, 100 bin nefer orada. Onun qabağında kim dayanabilir? Ne dayanabilir? Seldir, sel. Şəhərin xiyabanlarına yerləşməz. O 100 binin üstüne bir 100 bin de kız koy. İmkanı yok. Bunun sırrı budur. Bunun sırrı budur ki bundan bu yana bacılarınızla tikrar eləməyim. Yani Oğuz bəy, əslində mesela bitir, onda biter. Yani gene de bunlarla gazleşçavar atarlar, onu vurarlar, bunu döverler, dağıdarlar, korkudarlar. Ama inanın ki o kadar da kadın gelse kıyabanlara. Siz düşünün 200-300 bin insanın yarısı kadın, yarım milyon insan. Bitti mesela. Yani namazı kılıp bahsi tamam ederler. Oğuz bəy, bilirsiniz, indi o adam ki özün insan bilir. Heç milli fəal demirəm, amma milli fəalların vəzifəsidir. Hər kəs özün vətənçi bilir, millətçi bilir. Onun vəzifəsidir, xanımısın da özünə tay milli fəal eləsin. Milli fəal evdə otura bilməz o zaman ki gedir. Öyle benim tərəfimdən erkək tərəfindən deyil. Yox, aynı. Yox. İndi feilən çünki erkəklər çox görsənir. Ona görə deyirəm. Yoxsa təbii ki. Amma o hər kəsə öz xanımını da gətirməlidir. İnanın mənə, o günəcən ki biz xanımlar evdə otursunlar, biz onları qoruyacağıq, o gün şikəst yiyər. Çok yanlış bir yaklaşımdır. Sen onun nəslini qoru. Qoy o gəlsin səni qorusun. Əslən gərək xanımları biz, bacılarımızı, qızlarımızı, xanımlarımızı, nənələrimizi bu hərəkətin içinə soxaq. Onlar gələlər, o nənələr, qədimdən də bu cürdür Oğuz bəy. Yəni o zaman ki xanımlar səhnədə ola, erkəklər daha çox. Onun önündə durmaq olmaz da. Xeyr. Bir gərək xanımlarımızı, bacılarımızı, nənələrimizi, qadınlarımızı gərək bu hərəkətə gətirək. Yox, sən də gəl şadlıq ola. Əgər biz gedirik şad olaq, sən də şad ol. Əgər gedirik
keyfə baxaq, sən də yaşad. Niyə məsələn eşiyyət işi deyil. Xeyr, heç də ağa, erkək qadın yoxdur ki, biz bu toplumda bərabər yaşayırıq. Hər halda Bu toplumda bərabər və qadınların rolu çoxdur. Qadınların sırrı nədir? Bilirsiniz də burada mən indi bu 95-ci proqramda danışıram. Və bundan öncə siz özünüz şəxsiniz, cənabınız, ne bileyim, yüz minlər saat danışırsınız, biz minlər saat danışırsınız, siz məndən çox danışırsınız. Bunu bizdən yazdı. Biz filan şeyi necə əldə eləyək? Hətta bilirsiniz, bəzi şeylər deyirlər, sonra danışaq. Bunu necə eləyək? Sırrı budur da, sırrı budur ki, hərəkətə, xiyabana, etiraza, hər şeyə gərək milli hərəkət, erkək, qadın çıxa. Və gərək erkəklikdən çıxa milli hərəkət, erkəklikdən çıxa, hətta xanımlıq tərəfinə, qadınlıq tərəfinə ağırlıq basır. Onun cavabı qabağını ala bilməz, imkanı yoxdur. Heç kəs qabağını ala bilməz. Milli hərəkət gərək qadınlara dayana. Qadınlara dayanmasa, xanım tayfasına dayanmasa milli hərəkət zəfər qazanmağı çox zor olar. Çox zor olar. Azərbaycan dövləti qurulmuş, indi 30 il. Bəli. Azərbaycan prezidenti erkəkdir. Vitse-prezident, orada vitse-prezident deyirlər, yəni prezidenti, birinci şəxs yəni. Birinci muavini. Birinci muavini. Birinci odur. Yəni İlham Əliyev cənabları, məsələ səfərdə olanda, gəlib Amerikaya, başda bir qadındır. O Türk tarixində də bu cürüymüş ona görə. Buyurun. Türk tarixində də beləymiş. Türk tarixində də belədir. Xatun, xan, xatun. Xan, xatun. Xan, xanım, xaqan, xatun. Yəni bizdə budur və bunun sırrı budur da. Bunun sırrı budur və bunun sırrını deyirik da. Sırrı açdıq. Sırrı da budur ki, bunun sırrı qadındadır. Bunun sırrı gedib silahda deyilir. Bunun sırrı gedib qadın 120 min demirik məyər şeydə çıxmışlar, şuar verirlər. 240 min olsaydı? 240 min bu. Və bu 260 minin ailəsi var da. Və bu 360 min. Və bunun 240 minin ailəsi var, bacısı var, qardaşı var, əmoğlusu var. Yəni Azərbaycan milləti budur. Yalnız oğlanlar erkek və bu oğlan məsələsi deyil, erkek məsələsi deyil. Əslən fikirləməyəsiniz, qadınlarımıza bir şey olar, qadınlarımıza yox, heç bir şey olmaz. Hamı çıxanda bir şey olmaz. 4-5 nəfər çıxanda bir məhəllənin quşasına, onda olar. 20 nəfər buraya, 40 qoşun kimin, 30 nəfər orada bağırsın, 50 nəfər burada bağırsın, olur. Amma bu cür çıxılsa və stadyumdan şəhərə enilsə, İnsəfəli bəy, stadyumdan şəhərə enilsə, 240 min genç. İnanın, yəni o bölgədə öyle bir güc yoxdur. Oğuz bəy, burası da var. Onu topuna, töncünə. Yəni heç bir şeylə... Gəlməz axı, ordu axı niyə gəlir nənəsinin qabağına, bacısının qabağına, Oğuz bəy? Yox, o güc... Ordu gəlməz. Gəlməz də axı, gələ də bilməz. Yəni Farsistandan da güc gətirəməz. Gətirəməz, heç yerdən gətirəməz. Budur məsələ. Oğuz bəy, indi məsələ budur. Yəni, xanımları biz, yəni o zamanca aparırıq. Məsələn, indi bu, bir dana cavan xanım bu günləri yenə də həbsxanadan aparıblar şeyə, bimaristana, Razi bimaristana, o məsələn, dəli deyə bunu aparıblar bimaristana. Röya adında bir qadındır, ha? O xanım qız, bəli. Onu qorxuruq şey... Yəni, istəyirəm deyəm, əgər qorxuruq ki, xanımları tutalar, elə tutanda gəlib tuturlar, evdən tutacaqlar. Amma o zaman ki, gedirik biz ləzzət aparmağa çöldən, futbola baxmağa, hətta siyasi olaraq yox, xanımlarımıza özümüzlə aparmalıyıq, bacılarımızı, nənələrimizi aparmalıyıq, yaxın əqrəba famililərimizi. Məsələn, mən Təbrizdə olanda dağa çıxırdım, Oğuz bəy. Hər həftə üçün və istisnaən dağa çıxardım. Yəni, mən Tehranda da yaşayanda dağa çıxardım, Təbrizdə də yaşayanda dağa çıxardım. Və birdən görərdiniz, yanımdan 20 dənə xanım gedir. Tıqqılı uşaqlar, məsələn, 6 aylıq, 7 aylıqdan ki, yeriyə bilə, əlindən tutaq yerisin. Onlardan ta, məsələn, məndən də çox yaşlıya, gedirdik dağa, Eynal dağına çıxırdıq, axşamazın dolarını axşam gəlirdik. Yəni, xanımları şərik eləməliyik özümüzdən, hər işimizə. Yəni, biz bunları, dostların biri evlənib də, Oğuz bəy, evliyinin əksini qoyub, xanımın üzrlə mürəkkəb yaxıb əksini qoyub ora. Deyirəm, axı, bunu nəyə qoymuşsan? Bunu qoyma da. Yox, sənə o qədər gəlib görəsən, sən əvvələ niyə evlənmirsən? İkinci,
Amma biz baxın xanımlarımızı, bacılarımızı, nənələrimizi özümüzlə götürək gedək, milli hərəkətə qataq. Bu onların da beyni genişsin, onların da istəkləri genişsin, onlar da istəklərini desinlər, onlar da adamdılar, onlar da istəyirlər Azərbaycanın gələcəyində, indisində sözlərini desinlər. Biz onların xanımların əvəzində danışma haqqımız yoxdur. Güney Azərbaycan Milli Hərəkatı bu fəlçilikdən, bu fələclikdən çıxmalı. Bu elə farz eləyin, sizin bədəninizin bir tərəfi fəlçdir, bir tərəfi işləmir, bir göz görmür, bir ağzın bir tərəfi işləmir, əl işləmir, ayaq işləmir. O bəzən bir xəstəliklər var ya, görsən bir şey olur. Doğrudur. Bədənin yarısı fəlçdir. Doğrudur. İnanın böylədir. İnanın utanç vericidir. Utanç vericidir ki, elə bu özü biraz öncə dedim, elə o çaha deyirlər, qadınları qoymurlar stadyuma. İnsaf əlbə 120 min qadını hansı güc qoya bir Oğuz bəy, qapıya geçsələr, qapını belə itələsələr, qapı sınar gedərlər, divara aşırıb gedərlər. Hansı güc, neçə nəfər var qoymuyor? Heç kəs. Neçə nəfər? Hər halda. Bu da danışdı. İndi, çünki biraz da vaxtımız çoxdan keçibdi. 2 saata yaxın, 5 dəqiqə qalır, ola 2 saat, 4 dəqiqə. Ərz edin xidmətinizə, bu indi şeyə görə sizin də bir sözünüz var, o xəbərnigarla o xanımın arasında, o səfirin oradan çağırılması, oradan atılması. Orada siz düz deyirsiniz. Orada o şey oldu, mənə görə sürpriz oldu. Mənə görə orada onu hesablamamışdı. Azərbaycan jurnalistinin qadın olması çox önəmliydi. İranda dedilər, sən necə oturubsan bir qadınına? Çünki İran devləti gedib oturanda, hətta Amanpurun, nə bilim, o Amanpur var ya, İrancı. O Tehrana gedəndə o cürdür. Tehrana getsə o cürdür. Tehranda. Başqa yerlərdə də eləmiş. Mən yalnız Amanpuru demirəm. Çoxları məsələn eləyirlər, nə görsən eləyirlər və başını örtürlər, ayağını örtür. Bunlar da ötməyəndə onlar gətirirlər, qara bir şey çəkirlər üstünə videoda. Yayanda. İran devlətinin bu gerici, böyle iğrenç yaklaşımları ki, ay bunun da saçı açıqdır, bunun. Sənə nə? Yani görürsünüz ki, mesela bəzilərdə oturup bu kadar dərdin içində hicabdan danışır, icbari hicabdan danışırlar. Xameneyi danışdı da. Mən xəbəriniz var, mən nə deyirəm. Her şey bırakılmış, insan orada, adam günün yeməyinə, patatesinə, çörəyinə möhtaçdır. Zibilləri axtarırlar xiyabanlarda. Uşaqlar, qadınlar sallanmış zibilin içindəki və məhəllələri sahiblanmışlar ki, bu məhəllənin zibillərini mən axtararam. Xəbəriniz var mı İnsaf Əli? Bəli. Və bu biri məhəllənin də devlətin mafiyası var Oğuz bəy. Onun mafiyası var. Yəni adam devam eləyə bilmir. Məsələ budur ki, çünki biz bir insanıq. Adam devam eləyə bilmir bunu. Danışığı devam eləyə bilmir. Buradan söz gəlmir. Çünki biz insanıq sonunda. Və biz bir yerdəyik və biz böyle böyümüşük ki, hər zaman bolluqda böyümüşük. Şimdi orada bu vəziyyətdə yemək, su, temiz su, fəqət Azərbaycanı düşünməyin. Böyle her yerde. İnsandan danışıyor. Ələhvazın, Bəluçistan o yanında elə su, elə bulanıqdır ki, su görünmür. Elə bir ki, lehdir. Və hamı xəstə ölür. Bu vəziyyətdə gəlirsən, hicab çox bətərdən icbaridir, bətərdən zəruridir. Ki, bunun başını, bu tükü görünməsin. Mən bilmirəm bu tüydə nə var ki? Nedir bu? Nedir bu xəstəlik? Nedir bu? Ne diyorlar absession, ne olur Türkçesi? Nedir bu? Yani kabar. Nedir bu? Kabar. Bu kabardı, sen bunu ne? Her halde bunu danış. Neyi deyirdim unuttum. O deyirəm. Oğuz Bey. Sizə telefon məncə bu yox, səssiz gəlir. O Azərbaycandakı qazetəçini danışırdı. Qoy mən deyim bunu bitirib. Abbas Musavi bir qadın. Birinci qadın, problem qadın. O kadının da rahat öz istediği kimi giyinmez. Sen istediğin kimi giyinmir. Sen kimsen ki tayin eləyəsən öbürü erkek kadın necə giyinsin. İki, o da suallar da ki vəlahətlərdə demişdi ki suallar da ki elə suallar soruyor ki o da şok olur. Hadi ben burada niye oturmuşam? Çaşça yer 7 kat sökülür. Atılsın. Ona göre 15 dəqiqə çəkmiş. Çünkü şey yoktu, danışığa bir söz yoktu. Çünkü İran'ın danışığa, İran devletinin Abbas Musavi olmasına İnsaf Əli danışığa sözü yoktu. Sözü yok. O gücü elinden alsın, silahı, gücü, zulmü, işkencəni.
Sözü yoxdur danışır. Gördün ki Abbas Musabənin sözü yoxdur danışmağa. Bir dənə qadının, bir dənə jurnalistin, bir dənə sualın önündə. Niyə yoxdur? Çünki sözü yoxdur. Ne deyə bilər? Oğuz bəy, sağ olun. Mənim də nəzərimdə bu Səfir ilə o xanım ki oturur, burada İranlılarda bu Fars bölümündə ya hətta biraz bəzi dinçilərdə hamısı demirəm, bəzi dinçi kəsimlərdə də bir məyubluq var beyinlərində. Beyinlərində bir müşkül var, bir problem var. Adam deyir ki, Azərbaycan Cumhuriyyətinə bir ayrı məmləkətdə ayrı qanunu var, ayrı dövləti var. Və bu xanım niyə bizim dediyimiz kimi giyinmir? Ağa İranda belə millət sən dediğini qəbul eləmir. İranda, Təbrizdə, Tehranda, Urmuda, Zəncanda insanlar sən dediğin kimi istəmirlər giyinələr. Sən hələ istəyirsən bu fikri ver, deyəsən Azərbaycanda gərək o xanım mən dediyim kimi giyinsin. İranda, yəni Azərbaycanda heç kəsin belə yetkisi yoxdur. Heç kəsin yoxdur. Sən kim sənə bu indi Xameneyi gəlib məstəri nədir? Sən hardan gətiribsən bu gücü? Ki mənə deyəsən bunu giymə onu giy. Sənə nə? Bu bir yəni geri qalmışlıqdır da. Adam özün yekə bilir. Adam özün sahib ixtiyar bilir. Adam özün Allahın nümayəndəsi bilir yer üzündə. İndi sənə kim Allahın nümayəndəsi veribdi? Allah hangi Allahın nə dəxli var sən? Allahın nə rəbti vardı? Sən hangi belə şeyin Allah'a da tohin eləyirlər. Allah'ı da təkir eləyirlər. Allah'ı satır ağa. Allah'ı satır. Dini satır. O Türkiyədə bir nəfər danışır, deyir ki, hər kəs ki gəldi dedi. Bugünlər bir dənə gözəl video eşitdim, o da calibidir. Bir dənə xanım deyir ki, dünya tarixində din haqqında cənnət var idi. Cənnət, behişt. Amma cəhənnəm yox idi. Kilisanın ixtirasıdır cəhənnəm. Yəni bunu da sorudan. Amma o indi nə qədər düzdür, yəni nə qədər yox. İnsanları qorxudurlar, bir şey satırlar. Ondan zindicanlıqlarını qorurlar. Zindicanlıqlarını qorur əslində. Əslində o təbəqə deyir ki, mən bu günləri buradan, mən şəxsən niyə kravat bağlıram? Oğuz bəy, mən kravatı buna görə bağlıram ki, o paltarla müxalifəm. Özümdə bir zaman düymə bağlardım, ha. Burasını kəsərdim köynəyi alanda. Burasını kəsərdim, beləsib giyərdim. Özümüzü pak eləyib çıxartmayaq qoymaq ora. Mən də bir zaman beləsi düşünürdüm. Amma düşünmürdüm ki, xanımların haqqı yoxdur. Yəni mən xanımların bilirdim, xanımların haqqı vardı, gərək xanımlar danışsınlar. Hətta İslamda da buna çox təkid edilir. Əcib təkidləri var. Amma adamlar istəyirlər. Özü, mən Oğuz bəy, bu son zamanlarda biraz İslama baxıram, fərqli baxıram. İndi Tazaşdan getmişəm, yenə baxıram. Gördüm ki, Qur'anın yıxsaz 5000 dana ayəsi var. Yıxsaz. Bu 5000 dananın 3000 danası əslən dinə şeyə rəbti yoxdur. İbadətə. Heç olmasa 3000 dana. O 2000 dana niyə baxın deyin ki, 2000 dana cümlə var da burada. Ağa baxın bu mollalar bir dana İslam adına bir din yaradıblar. Çox əcib qərib. Dəstəmazdan tutdu ta qusladan hər nə mən yedəsiz hər şeyi yaradıblar. Quranda bunlar yoxdur. Bunların hamısı mollalar yaradıblar. Bunlar İslam'a rəbti yoxdur. Namazın hətta bəzi şeyləri İslam'a rəbti yoxdur. Bunlar öz adlarına bir məğazə açıblar. Oradan pul qazanırlar. Danışır, pul qazanır. Mən fətva verirəm. Hə, bu gündən xanımlar belə giysinlər, sabahdan da elə giysinlər. Haqqı yoxdur ki, o cür giyinsin. Sənə bu haqqı kim veribdir? Nə İslam verib, nə Allah verib? Heç bir haqqı yox, çünki o haqqın məsələləri yoxdur. Yoxdur, xeyr, yoxdur. 38 saat, 38 dəfə mən danışmışam ki, haqq nədir bəhslərində. Bəli. Bu haqqın mərkəzi yoxdur, məsələləri yoxdur bir yerdən. Mənim bu haqqım var, sizə deyəm ki, hardan gətirirsən bu haqqı? Xeyr, yox. Yalandır, yalan deyil. Heç kəsin, heç bir gücün haqqı yoxdur. Birinə desin, nə yesin, nə içsin, nə giysin, nə inəsin. O zamana qədər ki, öbürü insan, öbürü fərd incimir və rahatsız olmur, siz hər neyini siz eləyin. Və camiyə zərəriniz yoxsa, siz hər neyini siz eləyin. Heç kəsin haqqı yoxdur. Heç kəsin əxlaqi üstünlüyü heç kəsə yoxdur. İndi adam o qədər neyini dalı qalıbdır, Ərəbmanda deyirlər farsça. Oturub Tehranda deyir ki, Azərbaycandakı o xanım niyə o cür giyinibdir? Bəli, deyirlər. Yəni, bu qədər adam geri qalmış. Deyir ki, mən dediyimi gərək dünya qəbul eləyir. Sən kimsən ki, dünya səni qəbul eləsin? Azərbaycan qadını səni qəbul eləməz. Azərbaycan qadını
sən əsla əbədə qəbul eləməz. Türk qadını qəbul eləməz. Qəbul eləməz və bu zorun altına getməz. Bu zorun altına getməz. Oğuz bəy, indi bunun arxasından görürük ki, amma bir bəhsimizdə onu da işarə eləyək, buna bağlıdır. İşarə eləyək, o birisi qalsın da, bir-iki danası qalsın. Xameneyi dünənki danışığında, İsrail günkü danışığında da dünən olur, hə? Dünənki. Gecə gördüm mən ona görə. Bir yol deyir ki, ayrı şeyləri ötürüb qutusu da yadından çıxartdı, hər şeyi yadından çıxartdı, İsraili də yadından çıxartdı, gəldi, yapışdı ki, hicab. Onu dedik də, onu danışdıq da. Ya, istəyirəm deyəm ki, bu da ona yenə də ora əks eləməlidir. Yəni Xameneyinin əks eləməli o vizarət xariziyyədir. Bir söz, bu İslami irticai hükümət, siyasi İslam var ya, ki əslən yəni, bəladır, afətdir bir dənə. Siyasi İslam hicabdan başlar. Bu Türkiyədə də elə bunu təcrübə elədilər də. Bu ki, ya sən yəni qadına deyirsən, qadını kapatırsınız. Qadını istədiniz kapadasınız, siz canlarını kapatırsınız. Onun beynini kapatırsınız. Haqqını alırsınız, haqqını aldınız, tutulur. Siz özünüzə bu əxlaqi, bu hüquqi, bu hər nə haqqı verirsiniz öbürünə, indi öz bacınıza, öz xanımınıza və ya ananıza deyəsiniz ki, hə indi bu sən bu işi görmə, o işi gör. Sənə nə? Sən kim? Sən bu haqq hardan başlayır? Yəni bu əxlaqi üstünlük hardan gəlir? Yoxdur öyle bir şey. Bunu garantiyorum, bunu mən 38 saat, 38 cələsə şərh vermişəm ki, haqq nədir və haqq hardan nəşət tapar? O yetki hardan gəlir? Yoxdur. Böyle şey yoxdur. Mən indi bu cəhətdən istəmirdim bu sualı mətrah eləyəm. Türkiyədə də AKP iş başına gələndə, o istəyir ki, gəlsin, elə bu hicab məsələsinə, o Türkiyənin o NATO'cu, Amerikancı gücləri zor deyildiler, zülm eliydiler bazı kadınlara ki başlarını kapatırdılar. Bunlar da onu kullandılar, o tepkiyi. Ay amandı, onlar koymurdular bazı yerlere girsinler. Türkçe mi değil? Çünkü Türk kadını ister başını kapatar, ister kapatmaz. Bu kimseye raptı yoktur. Özünün iradesine bağlıdır. Bizim kətlere gedin, bizim köylere gedin. Kadın var, başını kapatar. Çünkü başını kapatırsan toz torpaq getmez. İstersen başını kapatırsın, istersen o qadına mərbutdur. Mən o istəyəm. O şəxs o qadına. Bəli. Onun şəxsindən sonra heç kəsə mərbut deyil. Hətta belə qocasına, hətta qardaşına heç kəsə mərbut deyil. Çok kapatar. Ancaq AKP'nin o adamları o zaman, adlarını gətirmək istəmirəm, oradan yapışdılar, hicabdan. Yəni onların da, İran da öyle. Her şeyi bırakırlar hicab. Hicab. Ay qardaş, sənə nə verir bir başını kapatar ya yok. Herhalde biz şədiden buna Oğuz Bey, karşıyıq. İlləti nədir? Yəni baxın bir hicaba qarşı deyilik. Hər kəs biz bunu birinin öbürünün azadlığının əlinə alıb demək ki, sən gərək açıq cəzasan. Yox, sən gərək sənə nə? O şəxsi bilər. Onun fəqət o şəxsi haqqı verə bilər. Heç kəsin o haqqı yoxdur. Öbür insana desin ki, sən necə giyin, nə ye, haraya get, nə eləmə. Buyurun. Oğuz Bey, İranın insanları və tarixdə mütəəssifənə ifrat, təfrit həm adamlarında var, həm toplumunda. Rıza Şah dedikləri adam zorla xanımları soyundururdu. Yanlışdır o. O bir tərəfdən düşürdü. Bu da bir tərəfdən zorla giydirir. Tamam özü bunu. Yəni iki tərəf, yəni çox əcibə. Bəli, biri qalxanda biri oturur. Ya bunu ikisində də milləti kontrol eləmək idi. Hədəf buydu ki, insanları qorxudalar, kontrol eləyələr. Siz xanımları, qadınları kontrol elədiniz, toplumu kontrol edirsiniz. Toplumda qadının ki başına vura bildi, o toplum bitti. Yani aslında bana göre o toplum kolaps olur gedir yani. Qutuldu getdi. İndi Xameneyi niyə? İndi sualım mən bunun için gətirdim. Xameneyi niyə bu məsələdə, bu boğlanda ki İsraillə vardı, oyuna buyla. Niyə ciddi məsələni istəmir danışa? Niyə istir onun üstünü örtə? Nəyi istir gizliyə o adam? Ciddi məsələ çünki indiyəcən o qədər harta purta eləyiblər. İndi vaxtıdır da. Vaxtıdır. O biri ki, düşün ki 30 il rəcəz oxuyur. Bu qədim ərəblərdə rəcəz kültürü var böyle. Bağırarsan, şaxsaya gedərsən, ay belə kəsərəm, ay belə vururam. Ki Rüstəm Yəli Budlər, Sistan. Ki bu indi vaxtı savaşa gələndə ay qarnım ağrıdı, ay gəlin ayrı şey danışaq. Budur da, bunlar bilirsiniz, bunlar siyasi oyunlar. Yəni bilirik, indi bu bir məsələdir. Yəni bu istir nəzərizə. İndi yay gəlir, istirlər bu
hicab məsələsini qızışdırarlar, İsrail məsələsini itirərlər. Yəni bunu indi yayı bəhanə eləyərək İsrail məsələsini milləti indi bundan başını qatacaqlar. Baxın, öldürüblər, bunu yaddan çıxacaq. Vurublar, 40 il demişdik. Divergent siyaseti deyilir de, bilirsiniz İngilizce'de buna dille divergent. Yani bir şey olubdu. Görünməsin. Məsələ gəldi. Bill Clinton yadınıza gəldi. Bill Clinton'ın fəzahəti çıxdı ki, bir qadınla xanım Lewinsky ilə bunun rabitəsi olmuş, ilgisi olmuşdu. Və biabırçılıq oldu. Və bunlar da getdilər həm Kenyadan, həm harda Afrikan, harda 3-4 yeri bombardıman elədilər ki, ay orada bir yer tapmışıq. Sonra da gördülər ki, nə fabrikasıymış, rəbti yox deyir. Ay tapdıq Əl-Qaidən, o zaman Əl-Qaidə var idi. Əl-Qaidən yerlərini vurduq Afrikan filan yerdə, bətərdən istəyirlər Amerikan aradan aparırlar. Buna deyirlər divergent politics. Yani siz bir şeylerle onu distract edirsiniz de adamın dikkatini dağıdırsın. O normal bunlar da yani dostlar bunu bilməliyik ki, indi Xameneyi bu hicab məsələsini çalışacaqlar toplumda da çox şeyləsinlər üstə gətirsinlər ki, onu örtüsünlər. Bunu bilin ki, istəyirlər İsrailin qabağında əks-əməl göstərməyəcəklər, ya zəif bir şey göstərirlər, onu gizlətmək üçün bunu ortama atıblar. Oğuz bəy, mən əlbəttə çoxlu məsələmiz vardı burada yazmışıq. İntiqamı səxt millətdən alacaqlar. Yəni ya bıçaq vuracaqlar öz uşaqlarından. Ya yəni bətərdən bu millətdən çünki onlar gərək bir şey eləyərlər də, gizlədərlər, doğrudur. 3-4 dənə yumruq dəyəndə milləti vururlar, dövürlər, əllərini. Bunlar elə təqribən həmişə belə olub da, eşiyi vuranmayəndə zoru çatmır, içəridəkini ki, deyir, hələ vura bilirəm ki, bunun qabağında silahı yoxdur. Oğuz bəy, bir dənə da... İntiqamı səxt bu millətdən alırlar. Mən fikir edirəm, Azərbaycanın da çox aqressivdirlər. Görürsən, çox tutuklularımız var. Və görürsən, o qızı tutub aparıb dəlixanıya. Zindandan çıxadıblar ikinci dəfəsini, üçüncü dəfəsini. Heç bir suçu yox. Xeyr, heç suçu yox. Heç bizim əslində həbsdə olanlar mollalı, qeyri-mollalı, əzimin, qədim dəfələr, bizim heç birisinin suçu yoxdur. Bunlar hamısı ana dili deyirlər, hüquq deyirlər. Söz deyib, bir söz, ağzından bir söz çıxır. Bəli, heç. Yəni bunların bir söz deyibdi bu qız. Sən də bir söz dedi. Bəli. Qabağında denən bir söz mən deyirəm. Sən də bir söz. O bir məqalə yazıbdı. Sən də bir məqalə yaz. Niyə tutursan, salırsan zindana? Bəhbə. Ay bu o qız şey məsələn müraciətlər o döftürlər yazıq ər-arvad döftürlər onları. Onu deyirəm. Əslən ağla düz gəlmir. Ay bu adam bir yerdə bir söz deyibdi. Bağırıb məsələn çağırıb təzə. Sən də çıx bir söz deyəcəksən. Sən bunun azadlığını niyə əlindən alırsan? Niyə bunun ailəsini dağıtmaya çalışırsan? Amma işində alırsan. Öz qəbirlərini qazırlar da bilirsiniz. Öz qəbirlərini. Diktator və işğalçı hər addımda öz qəbrini qazır. Doğrudur. Oğuz bəy, bizim bəhslərimizdən 2 dana da qalır, amma vaxtımız keçibdir. Nedir başlığı? Mən fikir edirəm ki, biz Türkiyədəki seçkiləri istirdik danışaq, əcəb danışsaydıq. Gözəldir, bu demokrasi cəhətindən doğrudan belə. Doğrudan. Nümunə. Dünyada nümunə. Yəni, çox. Siz bilirsiniz, hətta Amerikadakı böyük şov var ya dedik. Qoyaq qalsın gələn həftəyə ya danışaq. Yox, bu şov deyil. Bu yerel. Yox. Deyirəm istəyirsiniz qoyaq qalsın ya danışaq. Tamam, onda qalsın. İndi elə belə həllallaşaq dostlarla. Yox, gedək gəlin həftə ömrü otur. Biz mütləq keçən həftə martın 31-i Dünya Azərbaycanlıların qətliam günüdür. Doğrudur. Observ olunur. Cənab Heydər Əliyev bunu 1989-da mənə görə yadıma gəlsə, düz desəm, 1989-da Dünya Azərbaycanlılar soyqırım günü elan etmiş və onu rəsmi gün elan etmiş Cənab Heydər Əliyev. Və bu ona görədir ki, tarix boyu Azərbaycan türkü olaraq bir millət olaraq bu bölgədə, Qafqazlarda, Cənubi Qafqazda, Şimali Qafqazda, ta belə Kərəzəcin Tehrana qədər, ta Getginin Astaraxana qədər
Hər zaman keçən 100 illik, keçən 150 illik, hətta Rusların cənuba tərəf gəlməyə hərəkətindən, yəni 200 il, 300 il bundan öncədən qətliama məruz qalmışlar. Bu qətliamı Cilovluqda olmuş, bu qətliamı 2 dənə Rus gəldi, biz deyirik Mərəvada. 2 dənə Rus gəldi də olmuş. Mən uşaqlıqda biz küçəmizdən, evimizdən çıxanda qapımızdan 15 metre filan o yanda belə buruqda dönərdik. Orada bir xarabə var idi. Deyərlər oraya getməyin, oraya şey çağırmışdılar. Ki ərteş, İran ərteş gəlib onu çıxardı. Rusiyadan qalan hələ orada bomba var idi. Mən özüm şahid. Yəni Türk öldürmək, Azərbaycanlı öldürmək bu millətin sporu olmuş. Fars millətinin, Rus millətinin, Erməni millətinin, Kürt millətinin bəzisinin, terrorçularının. Milləti deməyəlim. Yəni terrorçularında. Çünki Kürtlər də buna məruz qalmışlar. Məsələn 1910'larda erməni daşnaqları 100 minlər Kürdü və Türkü bərabər öldürmüşlər. Və təbii ki, yəni o Kürt yayılmacılıq siyasəti ki danışırıq, o da olur. O da onu da eləmişlər. Amma məsələ şeydə Cilovluqda baxsanız Asurilər, yəni düşünün ki Asurilərin əlinə silah vermişlər, Azərbaycanlıları qətlam edirlər. Və bəzi Kürtlər, nə bilim, Şaqqaqcillər, nə bilim, Simitqocillər, yəni sən düşün ki, bunlar o qədər üzlənmişlər, o qədər cəsarət buraya gəlmiş və bunlara Fransa ərbabları və Rus ərbabları bunlara silahlandırmışlar, cəsarət vermişlər ki, Azərbaycanlıları qıracaqsınız. Və böyük qətlamlar Azərbaycanda olmuş. İlla ermənilər Şimal Azərbaycanda. Ermənilər Rusların taşeronu olaraq uzun sürə. Mən fikirəm daha o zaman geçmiş. Yəni də ermənilərdən bunlar serfi nəzər etmişlər. O cür görünür. İnşallah ki, öyle olsun. Amma mən fikir eləmirəm bu rahatlıqda Rus yayılmacılığı, Rus istila tələbli ermənilərdən geçə bölgədə. Hər halda Xocalı qətlamı biridir. Bakıda olan hadisələr, Qubadlıda olan hadisələr, Naxçıvanda olan hadisələr və keçən 100 ildə, keçən 150 ildə bunlar o qətlamlar ki, Şuşada, bir Cəbrayılda, bir şəhərlərimizdə, kətlərimizdə bunlar necə Azərbaycanlıları qırmışlar, ermənilər və erməni daşnaqları və değişik bir daşnaq deyirik, amma bunların 35 dənə terörist qrupları vardır. Yəni dünyada İnsaf Əli bəy, bunu lütfən yoldaşlar heç məndən eşitsinlər, ancaq lütfən baxsınlar, görsünlər ki, bizim dediyimiz nə qədər düzdür. Nə qədər doğru deyirik, nə qədər yanlış deyirik. Dünyada sayı olaraq, yəni bir millət məsələn 10 milyondur, bir millət məsələn 100 milyondur. Terörist qrubu ən çoxu ermənilərdir. O qədər ki, keçən 100 ildə ermənilər terörist qrupları və Azərbaycanı müstəsəl etmişlər, o qədər ki, qırmışlar və vəhşətə salmışlar ki, biz hər zaman Bakıya qədər gələrik, kəsərik, biçərik. Və Azərbaycanlılar qorxuda yaşamışlar, çoxlu uşaqlar, qadınlar, illa da ki, onlara yaxın kətlərdə, bölgələrdə. Allaha şükür, 100 min mərtəbə şükür ki, indi Azərbaycanda müstəqər və istiqrarlı bir dövlət var. Güclü dövlət. Cənab İlham Əliyevin dahi siyasətlərinin sayəsində Azərbaycan ordusunun, Azərbaycan polisinin və silahlı güclərinin və Azərbaycanın dostlarının yardımı ilə bu orada qurulmuş. Azərbaycanın bir türlü ərazisi bərpa olmuş. Ərazi bütünlüyü. Gənə də 8 bölgə quzeydə, quzey-batıda vardır ki, onun 4'ü bu tərəfdədir, 4'ü yapışıqdır Azərbaycana. Onlar da ki, bilirsiniz, indi Berlində danışacaqlar İlham Əliyev cənabları ilə Paşinyan. Bunlar olacaq, geçəcək. Amma Güney hələ düşman əlindədir. Güney hələ işğaldadır. Və Sulduzun qətliamı, belə qətliamdır ki, bizə olur və ya Məhəmməd Şahın ordusunun gətirdiyi və özü yazdığı kimi, öz ordunun o zamanki sərhənglərin yazdığı kimi ki, Azərbaycanın filan yerini işgal elədik, buranı işgal elədik, indi buranı aldıq və bir rivayətə 10 min, bir rivayətə 30 min, bir rivayətə 35 min adamı qətliam eləmək, sürgün salmaq, 100 minləri isti sıcaq yerlərə Qəyyısaldan ölmələr, uşaqlar, yaşlılar, Türkiyəyə və o zamanki Sovyetlərə qətlam sürgün etməklər. Yəni Azərbaycana qarşı, Azərbaycan millətinə, özünü Azərbaycanlı bilən millətə qarşı böyük bir qətlam keçən 100 ildə, 150 ildə. Və cənab Heydər Əliyev bu günü elan etmiş
nedir, üzr istəyirəm, Martın 31-i. O hər il şey olur dünyada və biz bunu unutmamalıyıq. Bunu bilin ki, millət trajedi ilə güclənər, trajedi ilə bir yerə yığışar. Maalesef insan medeniyeti böyledir. Bunun düzeni mən qurmamışam. Trajedi olmasa millət düzəlməz. Və Azərbaycan 150 ildir, 200 ildir Rus, Fars, Erməni və değişik ünsürlər bölgədə əlinə elə hər zaman əziyyət halındadır, qətlam halındadır, təhqir halındadır və bu trajedi bizə yetər ki, bir Azərbaycan güclü, Azərbaycan milləti və onu təmsil edən böyük Azərbaycan devlətinə tərəf gedək. Çünki Alman eləyən onun trajedisidir. İsrail eləyən onun trajedisidir. Çin eləyən onun çəkdiyi məzalimdir Japonun əlindən, onun trajedisidir. Və Rusları da və hər şeysin və o tərəfə getmirik. İnşallah ki, öyləsin. Buyurun. İnşallah. Sağ olun. Yox, məndə bir söz yoxdur. Azərbaycan, bizim Güney Azərbaycan siz işarə elədiniz. Bu son zamanlarda geçen yüzyılda Qacar dövrünün axirlərindən, yəni birinci savaşından deyək, dünyanın birinci, bu Məsihli dünyası birinci dünya savaşı yaradandan bu cürə ən azı 4 dəfə soyqırıma mübtəla olubdur və soyqırım o silahlı qüvvələr, terror qüvvələrindən əlavə Oğuz bəy bir növ soyqırım da vardı ki, bunu danışmırıq. Biz məsələn İran 57 inqilabından sonra edamlar soyqırımdan çox ağırdır. Yəni bunu soyqırım hesablamalıdır. Yüzlərlə danışdıq da keçəndə. Onu keçəndə dəfə danışdıq. O da soyqırımdır. O gördük ki, yəni mən onun haqqında da bir şey yazdım, uzun bir şey yazdım. Sağ olun, çox gözəl fikridir ki, necə dövlətlər proqram elirlər ki, mən bir milləti azlığa yendirmək üçün ya silmək üçün yer üzündən göndərim savaşda ölsün geçsin. Və sonra da bunların əhliyalın, uşaqların, zatların dağıdarım orada burada məsələn millətçilikdən çıxar gedir. Yəni belə bir şey. Mən onun dalısıdan Oğuz bəy biraz bu şeyə baxırdım. Qədim əfsanələrimizə gördüm ki, bizim o qədim əfsanələrimizdə var. Türkləri şikayət deyirlər, gedirlər, bir yerdə gizlənirlər, illər boyu, uzun illər, nəsillər orada qalırlar, sonra istəyirlər oradan çıxsınlar, görürlər ki, dağdan dəmirdir. Ergenekon. O dağı əridirlər, çıxırlar. Nə gözəl burada istratejilər. Çox gözəl, çox ciddi. Mən əslən belə baxmamışdım indiyəcən. İndi yavaş-yavaş görürəm ki, biz tarixdə dədələrimiz bizə deyirlər, nə cür bir böhrandan çıxa bilərsiniz, nə cür hazırlaşa bilərsiniz. Hər halda biz keçən yüzyılda çox qətliama qalmışıq, amma bu qətliamlar bizə bir şey öyrətməlidir Oğuz bəy. O şanlıqda dövlətimizi, bayrağımızı heç umuduna, heç umsamağa, umsuluğa vermişik. Fəqət bir umsuluq almışıq, adı nədir? Demokrasi, azadi, məclis, şura. Bu umsuğa bir dövlət hakimiyyət vermişik. Umaram ki, bundan öyrəşək ki, heç millət milli mənafeyin boş umsuqlu suallar üstünə, istəklər üstünə qurmayıb, əldən verməyibdir. Biz də bu qətliamlar ki, indi bir-ikisini, cənabı saydınız bir-ikisindən mən dedim, o cümlədən Xiyabaninin hərəkatında olan qətliam, o cümlədən... Orada da olmuş. Ərz edirəm. Hətta ondan sonra bir dana üstüvar Mərağədə ya Bunatda başlayıb bir hərəkət başlayıbdır. Azərbaycanda, Güney Azərbaycanda bir hərəkət başlayıb, nizami hərəkət başlayıb, onlar da qətliam olublar. Sonra İran inqilabında, bu 57 inqilabı dediyimiz inqilabda yüzlər min nəfər edam olubdur. Xalqi müsəlmanlar qətliamı olubdur. Bəli, əhsən. Xalqi müsəlman qətliamı olubdur. Ondan sonra edamlar düşübdür. Edamlar var. Ondan sonra Əraq savaşını aparıblar. Yüzlər min nəfər orada ölüb və yüzlər min nəfər yaralı. Yarıcandan da az. Adamın 90% Oğuz bəy şey veriblər, canbazi veriblər. Yəni 90% adam işdən düşüb. Bir milləti belə yox elərlər də. Belə yox elərlər də, bəli. Qətliam yəni bu. Mən ona görə qətliamı mən özüm fərqli məna elədim. Mən dedim qətliam bu deyil gələsiz, bir milləti öldürəsiz. O zaman ki bir milləti, mənim öz tərifimdə, mənim nəzərimdən gərək tərif dəyişirsin. Şəraitə görə hər millət öz tərifini yaratmalıdır. O zaman ki bir milləti
Elə elirlər, başına bir oyun gətirirlər ki, o birisilər yazır siyasi, məsələn yazırsa gəlir daha yazırlar, hər yeri yapışdırır, bəhsi siyasi məmnu. Yəni bu qətliam üzü veribdir. Bəli. O zaman ki bir millət, bəli, o zaman ki bir millət danışmağa cəsarət eləmədi, qətliama mübtəla olubdur. O zaman ki bir millət dedi bunu danışmayaq, onu danışmayaq, qətliamdan qorxur. Mən 2 ildən biraz çox şah zamanı siyasi fəaliyyət eləmişəm və şah hökumətinə qarşı savaşmışam. Uşağıdıq, savaşmaq bizə elə fiziki savaşmaq idi xiyabanda və dövülmək idi. Yəni ki, düşüncə yox idi. Düşüncə yox idi. O zaman qəşəng yadıma gəlir ki, ən məşhur söz bu idi ki, divar muş darət, əslən danışmıyor şaha qarşı filan. Mən bu mədrəsəsi, nə deyirlər, Rahnumai mədrəsəsi deyirlər ya. Kitabı ki biz açardıq sayfanı, birinci sayfası şah idi, sonra oğluydu, bu Nim Pəhləvi ya Rüb Pəhləvi deyirlər. Sonra xanımısıydı, Fərəh xanım Pəhləvi və bir bacısıydı, Əşrəf xanım. Bəli. Mən görmüşəm. Xeyr, mən onu da kötək yemişəm. Mən uşağı rəhləmişdim. Uşaq ağlıdır, nə bilirəm. Amma biz o axır 2 il deyirik. Yəni 2 il sözdə inqilabdan öncə onları sökərdik biz və getmişik, müəllim bunlar gördü. Bir ayda mədrəsədən keçibdi, mehr ayında başlayıb da. 1 ay filan keçibdi. Da məni çağırdılar mədrəsəyə, bütün ailə hamısını və yeni kitablar orada mənə verildi. Yadıma gəlir. Xeyr, mən də bilmirdim, nəqqaşlıq eləmişdim. Bunun başınızadını rəhləmişdim. Əvvəl ibtidaidə. Onun üstündə yadıma gəlir ki, Xuda, Şah Mihan. Mənim bu əllərimə o sipahi danış o qədər çubuğuna vurub ki, onun üstündə. Siz sipahi danışa gedibsiniz. Yox, bizimkiler rəsmi mədrəsə idi. Xeyr, biz kətdə oxurduq. Sipahi danış gətirirdi. Yəni sərbaz müəllim göndə, indi sərbaz müəllim deyirlər, o zaman sipahi danış deyil. Şah zəhmət çəkirmiş sizə fars dilini təqdim eləyirmiş kətdə. Zorla, bəli. Herhalde deyirəm ki, o zaman o qorxu var idi. Ki, sonra biz savaşı filanı sonra öyrəndik, uşaqdıq yəni. Və sonra bu sözdə ki, devrim oldu, bu yeni vəhşət başlandı. Yeni vəhşətdə çəkdi bir il, yarım, 2 il. Başlasın, yəni rəsmi olaraq da görsünlər ki, yəni hər şey aynı, uzatmayaq sözü. Onda idi ki, Mərağa şəhrində, mənim şəhrimi soruşurlar, milli hərəkətdə bilirlər, biz Mərağalıyıq. Ona görə deyirəm. Mən normalda çox bireysel şeylər paylaşmarım. Lazım deyil. Çünki biz düşüncə adamıyıq. Ancaq hər batı Mərağıdır. O deyir, o sizin sözünüzə qüvvət ki, sonra bu 2 ildən sonraki vəhşət başladı. Yəni vəhşət başlamadı, vəhşətin üzü çıxdı eşiyə, o savaşda başladı. Onda hər yerə gedirdik, yazırlar bəhsi, siyasi məmnu. Hər yer aynı şey gəldi. Oğuz bəy, o qətliamdır. Mən tərif elədim. Mən qətliamı tərif elədim. Misal da vurdum onu. Dedim o zaman ki bir millət qorxa. Deyə bilməyəm mənim dilim türkü dilidir. Sözüm dili yoxdur. Bitdi. Danışa bilmir, qorxur. Mən danışsam tutarlar. Yəni burada qətliam. Burada bir güzarlıq eləyir. Uşağına deyir demə, bizə də deyiblər də. Ki başıva bəla gələr. Yəni qoymur da, hətta o birini də qoymur. Bu qətliamdır da, Oğuz bəy, bu qətliamdır. Qətliam budur. Qətliam bu deyil ki, öldürələr hamını, kişiləri, erkəkləri. Qətliam odur ki, sizdə o cəsarəti öldürələr, sən deyə bilməsən, mən Türkəm. Sən gərək deyəsən, mən Azəriyəm. Baxın, istəyəsən özümü də... Birinci İranlıyam, ondan sonra Azəriyəm. Baxın, bu... Onda olur. Sən çünki həmə İrani həstim. Bu İran... Azərbaycan hər zaman İranın, biz vaxtımız bitiribdi 2 saat yarımdır. Çoxdandır. Bütün hamımız İranlıyıq, İranın bir parçasıyıq. Azərbaycan da İranın bir parçasıdır. Ermənistanı bilmirəm, amma Azərbaycan hər halda İranın bir parçasıdır. və mal-i mihənə gərək geri dönsün. Öyle yazırlar. Və məhələsə o farslaşmış türklər geçən yüzyılda, Səfəli bəy, problem budur.
Problemi də o kanser Şimali Azərbaycanda xərçəng deyirlər. Bizdə sərətan deyirlər. O sərətan selülləri var ha. Biz bunları danışmışıq öncədən, daha ciddi danışanda. Və o sərətan selülləri DNA olarak, çünkü selülün DNA'si var da. Selüllerin DNA'si elə sizin bədəninizin DNA'sidir. Yani ayrı yerden gelme değil. O yalnız o üsyan eləyib organizmin özüne. O organizmi yok edecek, yiyecek onu, sürüdecek içinde. Mangut da o ki onun ruhu zədələnmiş, özünü, anasının toprağını, anasının dilini və anasını satmış işgalçıya, manqut. O həmən o sərətan sellulidir, o bədənin içində. DNA'si də ondandır, elə ona da bənzəyir, onun kimin danışır. Bu Mami Mihan deyənlər ki, Azərbaycanı, Baku da gərək qarışa Mami Mihanə. Bunların çoxu, inanın çoxu, ya indi də Türkçə danışırlar, Azəri zəbandılar, ya da ki farslaşmış Türklərdir. Oğuz bəy, indi burasına diqqət buyurun. Onlar, mənim də baxışım budur. Onların hamısı qətlə amma mübtəla olan adamlardılar ki, qətlə amma budur. Yəni o adamlar, o adam bilir ki Türkdür. Amma bilir ki çörəyi oradan çıxacaq. Ya gərək öləm, ya gərək mən bu rejimdə geçinəm də. Hər nəyə görə, çörəyə görədir, ya nəyə görədir. O qətliamdır. O qətliamın qurbanisidir. Yəni o adama, mən özüm şəxsən, Oğuz bəy, mən hər vaxt bunlara baxsam, hər vaxt onları görürəm. Məsələn, o şair getmişdi Xameneyin yanına, hər ikimiz İranlıyıq ha, o şeiri oxudu. Məsələn, mən o oxuyuq, ya deyirdim ki, bax bu qətliamın qurbanı. Qətliam odur. Bir milləti belə yox elərlər. Qətliam budur. Bu adam orada şeirində deyə bilmiş, mən Azərbaycanlı deyil. Aşıq oxumağı oxur Oğuz bəy. İndi ha, toyda. Axirində bir mən İranlıyıq, biz hamımız İranlıyıq. Yəni bu, o deyir ki, mənə icazə ver, danışım. O qorxur. Yəni o deyir ki, məni öldürmə ha. Bax, mən dedim İranlıyam. Məni öldürmə. Biz şeydə danışmışıq, bu qorxu kültürü. Şeyim, siz özünüz də mənim müsahibə edirsiniz bu barədə. Bəli. 15 il öncə, 17 il öncə. Şeydə də danışmışıq bunu, o şüstüşüyü məğzidə bunu danışmışıq. Birinci olaraq, Yusuf Əzizi Bəni Türüf qatılmışdı. Mən onu çağırdım. Xəstəxanadadılar. Umaram ki, şəfa tapmışlar. Onu təsadüf ediblər. Çoxunu tanıyıram yoldaşların. Siz də tanıyırsınız. Bəli, təbii ki. Hər halda, yəni hamıya salamlarımızı, saygılarımızı, sevgilərimizi sunuruq. Yəni öyle o bəzi live deyirlər. Live'lar kimin deyir ki, burada gətirək adamlar. Yəni bəzən gətiririk yoldaşlar. Neyi deyirdim? Elə qətliamdan danışırdıq. O budur da, yəni bir milləti böyle yox elərlər. Doğrudur. Və biz onu dedim ki, biz o zaman Günas TV yeni düzəlmişdi hələ. Biz o qorxu kültürünü o zaman, çünki mən bunun barəsində çox yazılarım var. Qorxu kültürü nədir? Culture of fear. Çox önəmli bəhsdir şeydə. Qorxu kültürü var, qorxunun fəlsəfəsi var, qorxu fəlsəfəsi. Qorxunun biolojisi var, qorxunun sosial bilimləri var. Qorxu nədir? Yəni ki, qorxu elə fəqət odur ki, mən filan şeydən qorxuram. O adam ki durur, saz çalır orada, deyir ki, mən bütün Azərbaycanca danışır, Türkçə danışır, Türkçə oxuyur, hər şey çox da gözəl oxuyur. Axırda da o deyir ki, mən İranlıyıq, İranımız abad olsun filan filan. Onun təhlili çox dərindir. Çoxdur. O deyir ki, bunu deyərəm, məsələn, onun yerində desə ki, biz Azərbaycanlıyıq, məhv olsun İran, qurulsun Azərbaycan, o onu bilir nə olacaqdır və bunun təhlili... Onu deməsə də, o adam bilir ki, mən bir dana konsert keçdi Təbrizdə, Oğuz bəy, bir dana konsert keçdi Təbrizdə, 3 dana xanım orada oxuyurlar bərabər bir yol. Mən onların birini tanıram yaxından uzaqdan. Deyirdi ki, orala yaxın biri deyirdi, biraz yaxın biri deyirdi ki, 2 gecə yata bilmədilər qorxudan. Ki, yəni, gəlib aparacaqlar. Yəni, baxın, qətliam qorxusu budur, Oğuz bəy. Adam evində danışanmır. Olan bəsici olar ha, olan filan olar ha. Yəni,
Mən qətliamı bu bilirəm. Yəni mənim tərifimdə ki, mən tərifimdə hətta Sazman-ı Millələ də göndərəcəyəm bunu ki, ağa taza tərif verin. Yəni gərək belə tərif olsun. Yəni belə tərif olmalıdır. Özünü dansın və özünü yox eləyənlərin yanında olsun. Və indi bunu dedik, o sözə 31 mart ya martın 31-inə gətirdik ki, soyqırım Azərbaycanlılar oldu da, hə? Dünya Azərbaycanlılar soyqırım günüdür. Soyqırım günüdür. Günüdür. Bu gün biz bu günü bəhanə eləyərək bu soyqırımlarımızı özə gətirməliyik, danışmalıyıq, yaddan çıxartmamalıyıq, unutmamalıyıq. Bunu hər cürə tərifinə diqqət eləməliyik. Hər zaman danışmalıyıq. Hər zaman. Yəni hər zaman bizim başımıza gələn bəlaları çünki mən bu millətimizin psixolojisini, millətimizin rəvanşinasını anlamışam bu barədə. O da budur ki, İnsaf əlbət fikir edirəm sizinlə bu barədə danışmışam və sizin də nəzərinizdən faydalanmışam. Qaliba biz zülm bizə rəva olanda, biz deyirik, olsun, deməyim. Fikir edirəm, mən şəxsi olaraq demirəm, milli olaraq. Olsun da biz qəhrəman türklərik, heç kəsə də baş əymərik, biz belə neçə min ildir bizim tariximiz var, tarix xatırlamır bizim. Olsun, yox, olmaz mən bunu deyəm. Bizi qətlam ediblər, bizi öldürüb. Olmaz, bizə zülm olmaz. Fikirəm, böyle bir, buna deyirlər, mən bunu yazmışam elmi məqalə olaraq. Qazanan beynin sindromu. Mən sindromu işlətməmişəm, ayrı şey işlətmişəm. Qazanan beynin etgəni. Fikir edirəm, məqalənin adı budur. Qazanan beyin. Çünki Türk millətinin, Azərbaycan Türk millətinin qazanan beyin problemi var. Qazanan beyin budur ki, biz böyləyik, biz kəsərik, biz biçərik, biz o biri millətləri, biz imperatorluqları idarə eləmişik. Ona görə biri də gəlib Sulduzda o balanı gətirəndə başına, biri də gəlib Xocalıda etiraf eləsin. Biri də gəlib bunun kətlərində, bunun qadınlarına təcavüz eləyəndə, uşaqlarının burnunu kəsib, xaç soxanda burunlarına, deyib, bu danışmayacaq. Amma mən Yahud millətini gördüm. Ermənini də mən gördüm. Təhlilini ərz eləyirəm. Mən muzalarına getdim, yazdım, oxudum, hər şey ki. Yahud milləti deməyəm, İsrail dövləti, hər şeyini qurmuşlar trajedi üzərində. Biraz önce işarə elədim trajedi. Erməni milləti bütün varlığını, bütün erməni millətin nasyonalist varlığı, milli varlığı trajedi üzərinə qurulub. Ki, ay gəlin, yığışın, türklər bizi qətlam ediblər. Oğuz bəy, bizim umaram, bəli. Bizdə bu yoxdur. Bizdə bizdə böyle xanlıq. Öyle değil. Biz bu Heydər Əliyev nə edibdi? Onu bir gün qoyub oraya. Bizim başımıza gələn bəlaları unutmamalıyıq, onlara danışmalıyıq, onu videolarını düzəltməliyik, onu filmlərini düzəltməliyik, o barədə danışmalıyıq. Neçə nəfərimiz, necə oldu, kimlər elədi? İləl əbəd. Və ki biz bilməliyik ki, bizə qəflət eləsək başımıza gəlir. Genə gələr. Mən yəni istədim bu cümlə ilə qutaraq proqramı ki, Oğuz bəy, umaram Azərbaycan dövləti və Türkiyə dövləti və Türk birlik dövlətləri bu məsələni ciddi gündəmdə saxlayaraq hüquqi sənədləndirib bunu beynəlmiləl uluslararası məhkəmələrə apararlar. Çünki biz bunu buyurduğumuz məsələ, nəinki keçən neçə min ildə hökumət qurmuşuq, hökumətlərimiz qırılıb kamilən aradan getməyibdi, qalıbdı bir cürrüğünan. Özümüzə yedirtənmirik ki, biz də qətlam olmuşuq, deyək, aparaq ora. Biz erməni deyirik ki, aparaq deyək ki, bizi də öldürüblər. Belə bir problem. O halda ki, bu dünyada başıma gələni bildirməsən bilməyəcək. Səni müttəhəm eləyəcəklər. Biz onun qabağına aparıb qolsaydıq ki, Azərbaycan Cumhuriyyəti və Türkiyə Cumhuriyyəti. Qarabağ Savaşı'nda, 2-ci Qarabağ Savaşı'nda Azərbaycan öz torpağını azad eləyir. Fransa, hamısı Azərbaycan şeydir. Orada qətlam edir, deyir. Yəni ermənilər fəqət demirdi, onların lobiləri filan. Bəli. Azərbaycan şey çıxırdı. Yəni ev sahibi demişdi ki, oğru ev sahibini danlayır. Müttəhəm eləyirdi.
Məhkəməyə çəkilirdir. Vallahi. Yəni bu umaram ki, Türkiyə dövləti, Azərbaycan Cümhuriyyəti dövləti, Türk birliyi bu məsələni tək burada olmayıb ki, Oğuz bəy, Stalin pişəvərini buradan aparandan sonra, yəni buradan yığış 25 min nəfər, 30 min nəfər gedib bura, onları yığıblar Sibirdə öldürüblər. Onlardan bu Xancəldiyi nə idi? Burada gördük da, kitab yazıb, ha döktü Xancəldi. Onun xatirələrini bilirik ki, özü də Torontoda ciddi. Tanıdığımız adamlarımız. Tanımız adamlar. O deyirdi. Ondan sonra deyirəm, normal millət. Onlar normal millət deyirlər, ha? Yəni xeyr, ağıllı, savadlı, qaymağı. Hə, o ölənlər də, yəni oradan bir 100 min nəfər üstdən kəsib. Oğuz bəy, keçən dəfə bunu bəhs elədik da, elit aradan gedibdi. Elit ziyalı təbəqəsi və elit təbəqəsi qətliam olubdu. Qətliam oradadır. Hə, ona görə bizim içimizdə, indi milli hərəkətimizdə, mən bilirsiniz, mən heç mülahizəsiz sözümü deyərəm ürəyim. Çünki mən bizdən, yəni heç yerə bağlılığımız yoxdur, açıqca sözümüzü deyərik. Ona görə indi sözdə ziyalılar ki, biz Güney Azərbaycanda vardı, Güney Azərbaycan milli hərəkətində aydın ziyalı, səthi, düzeyi aşağıdır. Təcrübə gəlməyib də, Oğuz bəy, biz sıfırdan başlayırıq. Biz uşağıq ki, yetim uşağıq. Aydınları da, çünki o üstü baş qaldıranları. Üst qədəməni götürüblər İnsəfəli bəy. Oğuz bəy, təcrübə ki, gəlməyibdi. Biz yetim uşaq kimi dədəsiz, nənəsiz yekəlmişik. Biz təcrübə eləyirik. Məzaqına xoş gəlməyəcək, bilirsən mən. Gələcəkdir, niyə gəlməyəcəkdir ki? Biz yetim uşaq kimi hər şeyi təcrübə eləyəcəyirik qabağa. Hər şeyi, dana. Qətliam olub getmişik. Təcrübə bizə transfer olmamış. Qətliam olubdu da, Oğuz bəy. Evlərimizdə bizim böyük babalarımız və babalarımız ki, milli hökuməti təcrübə etmişlər, oturub anlatmamışlar bütün uşaqlara, yazı, qətliam. Amma bir yəhudilərə geçsəniz, siz də erməniləri dediniz, çünki mən bu tərəfi çox mütaliə eləmişəm, inanın kələməsinə, abartısını, abartı yəni iqraq. Yəni ərəblər məsələn, o savaşda bunlar getdilər, əslində bunlar onları vurdular. Amma ərəblər ki, bunları vurdular ya, Cəngiz Şişruzi 6 günlük savaşda. Bəli. Onu yazırlar, onlar bizi belə, onlar belələrdir. Bir dənə, səfək dənə füza atılır, ha, oradan düşür Xiyavan Qıranı. Və səfək, məsələn, boru ilə filanla. Onu, filan kəs qorxdu, belə oldu, məsələn, 6 il travma çəkdi. Oğuz bəy, o uzağa getməyək ki, bu Torontoda, Oğuz bəy, bu Torontoda hər il 4 dəfə, 5 dəfə CBC o qədim, o deyirlər ki, filan kəs Almanın ordusundan o kəmpdə var imiş, yandırırmışlar. Oradan qaçıb ya, orada aman uşağı imiş, biri qalıbdır. Onları bu radiolarda hər il 6-7 dəfə danışılır, mən də qulaq atıram. Biz diri saxlamırıq. 1, 2 və son mənim sözüm bu olsun. Oğuz bəy, Stalin türkləri mindirir təyyarəyə, Uyğurları, 300 neçə nəfəri. Deyir ki, sizə orada hazırlamışıq, silah hazırlamışıq, sizə aparırıq, dövlətinizi qurarsınız. Öz muşəki ilə vurur, Stalin öz muşəki ilə təyyarəni vururlar, Rus təyyarasını mindiriblər, 360 nəfər, xeyr, vurur, qətliam edir. Uyğur türklərinin, liderlərinin, elitlərinin hamısını öldürür. Necə ki, bizim liderlərimizi ya Rıza Şah öldürür, baxın, Rıza Şah deyirəm, Məhəmməd Rıza. Məhəmməd Rıza qeytinin bir tərəfidir, bir şeydir, Oğuz bəy. Bir tərəfdə Stalindir, bu cür deyil. İkisi də doğururlar. Biri içəridə doğurur bizim qaymaqlı adamlarımıza, ağıllı işləyən, ağıl ürətən. Oğuz bəy, ağılı ürətərlər. Ağır çöldən gəlməz. Bir-birinizin sözünüzü kəsməyin. Kəsməli yox, kəsirik ki, danışaq da gözəl olsun. Azad dünyada, mənim əzizim, azad dünyada danışıqlar böyle olur. Bir-birine qarşı olar, müxalif olar, söz kəsilir. Azad dünya söyləşisi böyle olur. Siz danışıqlara baxın, buradakı televizyonlara, Amerikada, Avropada elə böyle olur. Yəni, Türkiyədə də bu cürdür. Xahiş edirəm sizin bütün şeylə üzdə qalmanı. Siz də düz deyirsiniz, siz də hamı da düz deyirsən, salam aleyküm durun. O tarif İran radyo televizyonunda var. Bizim radyo televizyonlarımızda yoxdur. Bizdə tarif yoxdur. Müxalifdən Türkiyədə də çox gəlişmiş. Arz elədim. Çağırış, bağırış. Çünki söz gərək danışılır. Bəli.
Mən Oğuz bəy hətta ərəblərdə gördüm. Durur savaşır axırında. Yəni ki, ora yaxşı deyil. Ora gedib fizikiyə. Amma bu iki insanlar eləyə bilirlər, gələlər deyələr, mənim də nəzərim var və səndən nə hökumətdən qorxuram, nə şeydən qorxuram, mənim nəzərim budur, sənin də nəzərin budur. Bu çox mühümdür. İnsanlar düşüncələrini danışırlar. Necə şimdi biz dedik məsələn, bizim məsələn nə deyirlər, cənabımızla məndə biləxərə özümüzə görə bizdə bir adlı savadımız var, bir şeyler düşünürük. Ama deyirik ki biz aşağıdayıq da. Vaqiyyət budur ki, fəlsəfi olaraq çünki qətliama məruz qalmışıq. Və bu qətliam bizim jenimizə, əxlaqi jenimizə, fikri jenimizə, fəlsəfi jenimizə, dinçilik jenimizə daxil olubdur. Bunları daşırıq özümüzlə. Biz əslən farsçı dinçi deyildik ki, indi olmuşuq. Biz ən şey budur ki, biz Cəfəri məzhəb diye özümüzü İslam dünyasını tanıttırmışdıq. Fars şiəsi gedib quyunu qazıb quyudan İmam-ı Zaman gözləmirdik. İmam-ı Zaman quyuda ola bilməzdi ki, bizim baxışımızda. Amma farslar bunu soxdular, ora dəfn elədilər və bizə deyiləcək quyudan İmam-ı Zaman axtar. İstəmirəm deyəm, baxın, istəmirəm ki, yəni biz qətliama bu cür hər cəhətdən qətliam fəqət şey deyil ki, baxın, indi İran qətliamda gedir. Bir dənə qətliam gedir İranda, əxlaq aradan gedir, din aradan gedib, məzhəb gedir, dost gedir. Əxlaq çökər. Hər şey çökür, hər şey. Əxlaqsız insanlar ruhanilərdirlər. Və ən mühüm söz ki, mən eşitmişəm, mənim nəzərimə düzdür, budur. Allamə Təbai deyibdir ki, bu inqilabın, 57 inqilabın bir dənə şəhidi var, o da İslamdır. Məncə doğrudur. Ona Allamə deyənə mən nə deyim? Okey, qalsın, bu da soruyor. Ağa, çox gözəl. Mən əgər fərmayışınız olmasa 3 saatı keçdik. Yox, 3 saat geçməmiş. 3 saata qalırıq 12 dəqiqə. Ha, tamam. 12 dəqiqədə istəyirsiniz danışaq. Yox. Hətmə gərə saatin başı ola. Sizdən çox təşəkkür edirəm. Mən də sizdən təşəkkür edirəm. Yoldaşım. Qulaq asanlardan, görənlərdən də təşəkkür edirik. Siz də sağ olun, yoldaşlarımla. Çox sağ olun əziz dostlar, hörmətli dostlar. Uzun oldu. Amma görürsünüz, yəni hələ yarımçılıq qaldı. Bizim bəzi məsələlər danışmalıydıq və eyni halda Oğuz bəy bəzi məsələləri ortaya qoydu, danışdı ki, mən də nəzərimi desəydim, bəlkə 2 saat da bundan sonrayacaq davam elərdi bu bəhs. Onun ciddi deyirəm Oğuz bəy, yəni bəzi yerdə gərək biraz mən qıssa gələm ki, o bəhs eləyə bilər saatda qutaraq. Axı 1 saatda istəsəydik yerləşmək onların heç birisini danışamazdı. 10 saatlıq bəhs. Ərz edirəm ki, cür gəlməz də dedim 2 saatda gərək sürər. Biz qıssa danışa 1 saat əvəzinə indi 2 saatı kollan qutarmışıq. 3-cü saatdayıq, düzdür? 4-ü 17 dəqiqə keçirməm. 1 yarımda başlamışıq. Tamam. 2 saat 47 dəqiqə. Və hələ qıssa danışa. Və mövzularımızın ikisi də qaldı. Yəni 2 dənə də mövzunu qoyduq, hələ qaldı. O birisiləri də bir şey. Bunun üçün hamıza təşəkkür edirik ki, bu uzun danışıqlara baxdınız. Xahiş edirik. Əvvələn paylaşın. İkinci, nəzərləriniz hankımızın, bizim iki dost ki burada danışırıq, bizim hankımıza görə, danışıqlarımıza görə, rəftarımıza görə, düşüncələrimizə görə fərqli eleştiri baxışınız vardır. Ya əslən müxalif baxışınız var. Lütfən yazın. Bizim həm özümüzün səhifəmiz vardır şəxsi, həm də ki bu sizin Cayıfın səhifəsinə göndərə bilərsiniz. Mənim öz səhifəmə və Oğuz bəyin öz səhifəsinə göndərə bilərsiniz. Burada biz oxuyarıq, həttmən cavab verməyə çalışarıq. Sağ olun, təşəkkür edirəm, xoş gəlin. Savaş bəydə sizə salamlar. Aleyküm salamlar. Əziz bəylər. Ərdəbildən də bir dostumuzun zahirən yazıb durdu. Bugün Xan Baba xanın Ərdəbilinin şəhadət günüdür. Ruhu şad olsun inşallah. Allah rəhmət eləsin. Ruhu şad olsun. Əlbəttə. Sizə gələn həftə hər pərşənbə Təbriz vaxtı saat 9-da saatlarımız biz hər zaman haraya quruludur? İnsəfəli var. Təbrizə qurulur. Bizim qıblamız Təbrizdir. Qiblə Təbrizdir. Oğuz bəy, mən istəyirəm namaz qılam. Qoy bunu deyim. İstəyirəm namaz qılam, namazda Təbrizə qılam. Axşamınız xeyir olsun. Gecəniz xeyir olsun. Sağ olun.